Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Artıq iyon mübadiləsi reaksiyaları və onlara aid hesablamalardayıq. Bura qədər xeyli izah etmişik. İnşallah bugün də enerjimiz nə qədər çatdı, nə edə bildik, sizin üçün izahlar gələcək. Video başlamışdan əvvəl uşaqlar bir iki məqamı deyim, başlayaq. Deməli uşaqlar, indi mən mövzu izahı kanalımızda var. Keç dərs izahlar playlistinə, orada mövzu izahına bax. Digər şeylərdə mən girişdə bir iki məqamı qeyd edəcəm. Ondan sonra dərs gələcək, qəşəngdir, super mövzudur. Deməli, hazırla bağlı maraqlanıb bu nömrə yaza bilər. Həm əyani, həm onlayn işləyirik. Yəni qruplar mövcuddur. Artıq üzvü kimyanın bir addımlığındayıq. Yəni buyurub qoşula bilərsiniz. Hal-hazırda elə iyon mübadilədəyik. Deməli uşaqlar, kanala abunə olur və kanala abunə olub videoları bəyənməyi, rəylərinizi də rəy bölümündə yazın, unutmursuz dəyərli şagirdlər, mütləq şəkildə. Deməli, yallah. Deməli, birinci növbədə uşaqlar, mən sizə nə qeyd edəcəm? Həll olma. Deməli, orta məktəb kimyasında tədris olunan turşuların şərti fəallar sırasından düzürəm bura. H-xlor, deməli, HNO3, H3PO4. Ondan sonra uşaqlar, deməli, bu üç dənə turşu biz də eyni qüvvəti götürürük biz bunları. H2SO3, ondan sonra H2 deməli CO3, H2S və H2 silisium O3. Orta məktəb kimyasında ən çox tədris olunan turşular bunlar. Uşaqlar qeyd edim ki, burada H2CO3-dən qabaq üzvü turşular da var. Qardaş, bax, duzun tərkibində natrium, kalium, NH4, NO3, yəni bunu da diətə qataq bura. Bunu da görsən, yəni CH3, CaO, asetat ionu deyirlər buna. Görsən məhəl olur. Yəni müzakirə ehtiyac yoxdur. Bunu deyəndən sonra sıradan HNO3 gedir. İkincisi, xlor brom yodun yanına Ag müsbət və Pb2 müsbətdən başqa nə qoysan həll olur. Həqiqətən də gümüş xlor nədir uşaqlar? Ağ rəngli çöküntüdür. Pb xlorji çöküntüdür. Xlorun yanına mis qoy qəşəng. Məsəl üçün dəmir qoy super. Amma bunları gümüşlə Pb2 müsbətdən başqa nə qoysan əladır. SO4-ün 5 dozu. Barium, kalsium, stronsium, gümüş, quruşun. Bunlardan başqa hamısı həll olur. Yəni SO4-ün yanına deməli sən bunlardan başqa, bu 3 dənə katyondan başqa nəyə qoysan əladır. Sink S4 super, mis S4 dünəndən yaxşıdır, həll olur. Uşaqlar bu yerdə qalan, bax, yerdə kim qaldı? Bax S4 də getdi, bu da getdi. Yerdə qaldı bax PO4, SO3, CO3, S, silisium O3. Bax, bu yerdə qalan deməli, turşuların ancaq və ancaq 3 duzu həll olur. Natrium, kalium, NH4, digər duzları həll olunur. Yəni, məsələn, CO3-ün yanına natrium qoysan super, kalium əla, silisium O3-ün yanına eyni qayda ilə. Məsələn, gətirib bunların yanına bunlardan başqa hər hansısa bir katyon qoysanız, ondan çöküntü verəcəkdir. Ondan sonra OH-da bilirsiniz də, demək, aktiv metal hidroksitləri hamısı qələvidir. Yəni, OH-ın yanına aktiv metallar qoysanız, kalsium OH2, barium OH2, litium OH, natrium OH, kalium OH, bunlar qələvidir, digərləri isə həll olunur. Bir də uşaq H2 silisium O3 də bir ki, suda həll olunur. Yəni bizim öyrəndiyimiz turşulardan suda həll olmayan turşu kimdir? H2 silisium O3-dür. Və bu məlumatları biləndən sonra biz çox rahatçılıqla belə deyək də testləri həll edə bilərik. Ya Allah getdik. Hansı halda ionlar arasında reaksiya məhlulda axıra qədər getmir? Yadda saxla, məhlulda axıra qədər getməsi üçün çöküntü, qaz və zəif dissosiasiya edən maddə. Yəni əsasən biz su götürürük. Burada nə alınır uşaqlar? Barium SO4. Bilirsiniz ki, barium SO4 nədir? Suda həll olmayan duzdur. SO4-ün 5 duzu. Barium, kalsium, stronsium, gümüş qurğuşun. Kalsium SO4 çökür. Gümüş xlor bayaqdan dedim çökür. Ondan sonra sinklə PO4-ü yan bayına qoy. Bu 3-dür, bu 2-dir. Sink 3, PO4 2 çökür. Amma duzun tərkibində natrium, kalium, NH4, NO3 gördüyümü müzakirə ehtiyac yoxdur. Artıq bu suda həll olur. Deməli, axıra qədər getməyəcək. Axıra qədər getmənin şərtini ödənir. Gələk uşaqlar, ikinci suala görə ikinci sualda söhbət nədən gedir? İkinci sualı bir dənə qəşəng, detallı bir şəkildə izah edək. Uşaqlar, məhlulda reaksiyanın axıra qədər getməsi üçün nə lazımdır? Çöküntü, qaz və zəif dissosiasiya edən maddə. Biz əsasən su götürürük bunu. Birinci növbədə başlayaq A variantı. Sink plus H olur. Bilirik ki, hidrogenə qədər yerləşən metalın fəal sırası var, B2-dən fəal sırası. 3 dənə turşudan başqa, qatı nitrat, duru nitrat və qazı sülfat. Onlardan başqa qalan turşudan hidrogen ayrı. Burada nə olur? Sink klor 2 və hidrogen. Gördün mü? Qaz alındı. Bu əla. Ondan sonra sənə bir dənə super bir şey deyəcəm. Bunu dəftərə yaz bir yerə mütləq şəkildə. Deməli, duzla duz. Duzla əsas. Bax, qardaş, mütləq şəkildə diqqətli olursan. Birinci, ikinci və nəhayət üçüncü. Duz turşu. Amma burada bir dənə xüsusi bir məqam deyəcəm. Sən ona fikir verginəm. Duz turşu uşaqlar. Eyni sırada duran turşular var. Onlara aiddir. H-xlor, HNO3, H3PO4. Bir dənə bu qayda bunlar üçün keçərlidir. Bu üç dənə reaksiyanın baş verməsi üçün birinci şərt hər iki suda əldə olmalıdır. İkinci şərt alınan maddədən heç olmasa biri çöküntü olmalıdır. Gəlin B variantına baxaq. Mis xlor 2 üzərinə gəlinsin kalium OH. Uşaqlar, burada diqqətli olmalıyıq ki, deməli, mis xlor 2 suda əldə olan duzdur, kalium OH da qələvidir. Birinci şərt okeydir. İkincisi, mis OH2-nin çökür və yerdən alınır kalium xlor alınır. Uşaqlar, ona görə bu reaksiyamız da getdi. Gəldi C variantı.
Kalium 2 CO4 üstəgəl H olur. İnşallah bayaqlar turşuların fəallı sırasını yazmışdım. Klorid turşusu karbonatdan qabaqda olur, onu duzundan çıxarır. Kalium xlorla birləşir və H2CO3, inşallah H da CO3 ilə birləşir. H2CO3-də karbon qazı və su şəklində yazdım. Ona görə bu da getdi. D variantına keçirəm. Gümüş NO3, üstəgəl natrium klor. İkisi də duzdur. Birincisi nitratın bütün duzları alır. Duzun tərkibində natrium, kalium, NH4 gördüyümü müzakirə ehtiyacı yoxdur. Gümüş klor çökür və natrium NO3 çalır və bu reaksiyamız da axıra qədər gedir. Cavabımız Y variantıdır. Nəyə görə? Çünki kalium NO3 plus natrium klor reaksiyası deməli baş verməyəcək. Burada niyə baş vermir? Çünki birinci şərt hər ikisi suda həll olur, çöküntü alınmır. Çünki fərz eləyək gedir. Burada kalium klorla birləşir. Natrium da NO3 ilə. Bilirsən də natrium, kalium, NH4, NO3-ün heç bir duzu çökmür. Ona görə cavabımız olacaq ikinci sualda Y variantıdır. Gələk növbəti 3-cü və 4-cü suallara baxaq. Şu an 3-cü sualda göstərir ki, deməli ikisi də duzdur. Mis NO3 2 dəfə üzərinə gəlinsin kalium 2S. Uşaqlar bilirsən də burada NO3 bütövdə mənfi 1-dir. Mis müsbət 2-dir. Kalium müsbət 1, bu da mənfi 2. Bu bununla birləşəcək. Bu da ayaqlarına baxma dedim. Yəni indekslərinə baxma. Mis S bilirsən də S-in yanına ancaq natrium, kalium, NH4-dən başqa nə qoysan çökür. Və bir də nə alınır? Kalium NO3. Bu da bilirsən də suda həll olan duzdur. Hansı da çökür uşaqlar? Mislə S çökür. Üçüncü sualda olacaq deməli S variantı. Gələk dördüncü sual uşaqlar. Hansı ionlar məhlulda eyni zamanda ola bilməz? Yadda saxlayın. Və çökən, ondan sonra bir-birinə reaksiya edən deyək də uşaqlar. Yəni çöküntü verən, qaz verən, ondan sonra zəif dissosiasiya verən ionlar varsa, onlar bir arada qala bilər. Uşaqlar reaksiya edirlər də. Natrium klor bir arada qala bilər. Yəni çöküntü deyil, məhlulda qalırlar. Amma mis nəyiz qala bilməz. Çünki çökür uşaqlar. Qara rəngli çöküntüdür misiniz. Kalsium NO3 bilirsən də nitratın bütün duzları həll olur. Yəni bunlar çökməyəcəklər. Kalium sülfat da eyni qayda ilə burada da həll olan duzdur. H-klor da eyni suda həll olan turşudur. Ona görə uşaqlar cavabımız B variantı olur. Keçək 5-ci suala. Hansı iki ion göy rəngli? Uşaqlar bunu dərsizlərində demişəm. Bu mislə OH-dır. Mis OH get dərsizlərine bax. Mis OH uşaqlar göy rəngli çöküntüdür. Diqqətli olmasına. Kalsium OH suda çökmür uşaqlar, qələvidir. Sink OH ağ rəngdir. Ferum OH uşaqlar deməli qonur rəngdir. Alüminium OH da ağ rəngli çöküntüdür. Belə 6-cı suala hansı iki ion və sarı rəngli çöküntü verir uşaqlar? Biz də bilirik ki, ümumiyyətlə CH3COO natrium uşaqlar çöküntü deyil. Ondan sonra gələk bura gümüş xlor uşaqlar. Bilirsiniz, gümüş xlor ağ rəngli çöküntüdür. Qayda var da, qaydaya gel bax. Kalsium karbonat ağ rəngli çöküntüdür. Barium karbonat ağ rəngli çöküntüdür. Amma gümüş yox, sarı çöküntüdür uşaqlar. Burada qaydada biz qeyd eləmişdik də. Qaydada 50 dəfə demişəm bax. Fikir verək bu hissəyə. Deməli uşaqlar, xlor, brom, yod, PO4. Bunlar hamısı təyin olmuşlar gümüşlə. Gümüş, xlor ağ rəngli. Gümüş, brom, sarımtıldır. Gümüş, yod, sarıdır. Gümüş, PO4 sarıdır. Ağ, sarımtıl, sarı, sarı. Bax belə, gümüş, xlor ağdır. Gümüş, brom, sarımtıldır. Gümüş, yod, sarıdır. Gümüş, PO4 də sarıdır. Yəni cavab olacaq Y variantı 6-cı sualda. Gələk 7-ci sual. Hansı ion mübadilə reaksiyası axıra qədər getmir? Uşaqlar, burada dedik də, əgər çöküntü, qaz və su alınırsa, yəni yenə deyirəm, zəif dissosiasiyadan maddə deməli, prosta biz elə köklənmişik suya. Gəlin baxaq. Və birincisi A variantı. Uşaqlar bilirik ki, burada 2 duzdur. Gümüş NO3 və natrium klor. Bunlar gedir reaksiya. Niyə? Çünki burada gümüş klor çöküntü alınır. Yəni bu reaksiyamız baş verəcəkdir. Sonra gələk bura uşaqlar. Bacağımız B variantıdır. Niyə? Çünki uşaqlar mis klor 2-də çöküntü deyil. Kalium NO3 də çöküntü deyil. Ona görə bu reaksiya axıra qədər getməyəcək. O biri variantlara baxsaq bəs, burada nə olur uşaqlar? Kalium klor alınır. Bir də H2CO3. O da nəyə parçalanır? Karbon qazına və suya parçalanır. Gələk uşaqlar, burada bayaqlar dedimdə sizə eyni sırada duran turşular o vaxtı bir-birinin duzundan çıxarır ki, birinci şərt hər ikisi həll olsun, ikincisi çöküntü alınsın. Bilirsən də xloridlə nitrat, orta fosfat eyni sıradadır. Və birinci şərt NO3-ün bütün duzları həll olur və çöküntü alınır. Bilim xlor 2 plus HNO3 gözəldir. Və bu da getdi və ən nəhayət gəldik. Natrium 2SO3 üzərinə gəlsin H2SO4. Uşaqlar, bu niyə gedir? Sülfat turşusu uşaqlar fəallı sırasında qabaqdadır axı. Natrium 2SO4, bir də H2CO3 almış. H2SO3 daha doğrusu. H2SO3 da uşaqlar, biz nəyə parçalanır? SO2 qazına və suya parçalanır. Ona görə bu da deməli axıra qədər getmiş olacaq. Cavabımız 7-də olacaq B variantı. Gələk növbəti 8-ci suala. Gümüş müsbətlə uşaqlar qaydalı bayaqları dedim bax. Gümüş müsbətlə xlor, brom, yod, PO4. Gümüş xlor, gümüş brom, gümüş yod, gümüş 3 PO4. Ağ sarımtıl, sarı sarı. Bax belə
Diqqətli olmalısınız bu sualda. Yəni təyin olunur deyir. Cavabımız olacaq A variantı. Çünki NOx təyinlənməzsə suda həll olur. Eynən burada da buna görə olur. Burada da, burada da. Yəni sırf NOx-lərə görə bu testin cavabını tapmaq olar. Gələk 9-cu suala görə 9-cu sualda söhbət nədən gedir uşaqlar? 9-cu sualı götürək buradan. Deyəsən biraz burada reaksiya var xeyli. Biz bu reaksiyalara görə bunu götürməliyik. Kalsium nitrat ola bilirik ki, kalsium nitrat deməli bu kalsium NO3 2 dəfədir. Üzərinə gəlinsin natrium klorid. Biz bilirik ki, məhlulda reaksiyanın axıra qədər getməsi üçün çöküntü, qaz və zəif dissosiasiya edən maddə. Biz əsasən su deyirik. Yəni bunlar alınsa reaksiya axıra qədər gedir. Burada alınır kalsium klor 2, fərz edək ki, uşaqlara natrium NO3 və bilirsən ki, xlorun ancaq acı, yəni gümüş və plümbium duzları çökür. Ona görə bu çökmür. Duzun tərkibində natrium, kalium, NH4, NO3 gördüyü müzakirə ehtiyacı yoxdur. Ona görə uşaqlar bu reaksiya axıra qədər getməyəcək. Gəlirəm növbəti. Magnezium klorid, magnezium klor 2-dir. Üzərinə gəlinsin kalium sülfat. Aydın məsələdir ki, burada magnezium fərz edək gelir də fərz edək. Magnezium SO4 və kalium klor. SO4-ün 5 duzu. Barium, kalsium, stronsium, gümüş quruşun qalanları həll olur. Ona görə magnezium sülfat çöküntü deyil. Kalium zaten çöküntü deyil. Ona görə bu da getdi. Və nəhayət natrium sülfat C variantı uşaqlar. Üzərinə gəlirəm deməli magnezium nitrat. Bu da eyni aqibətdir. Niyə? Çünki çöküntü alınmır. Fərz eləyək gedir. Natrium NO3 də çöküntü deyil. Magnezium sülfat da çöküntü deyil. Və gəldi gümüş 1 nitrat. Uşaqlar D variantına baxıram. Gümüş 1 nitrat üzərinə gəl kalium klor. Bəli, burada gümüş klor ağ rəngli çöküntüdür uşaqlar. Ona görə cavabımız olacaq D variantı. Bu birisi niyə olmur uşaqlar? Magnezium sülfatın da üzərinə natrium nitrat gələndə uşaq çöküntü alınır. Magnezium NO3 də həll olanda, natrium sülfat da həll olanda. Olacaq 9-cu sualda nə variantı oldu? D variantı. Gələk növbəti 10-cu suala hansı halda reaksiya axıra qədər getmir? Çöküntü, qaz, su alınmasa, deməli o axıra qədər getməyəcək. Bu gedir. Niyə gedir? Çünki magnezium, SO4 və hidrogen alınır. Hə, mən deyərsən müəllim, bəlkə turşu qatıdır. Yenə olsa, qatı olsa da, orada yenə magnezium sülfat, su alınacaq ən azından. Yəni qatı sülfat olsa. Duru sülfat olsa hidrogen qazı alınır deyə gedəcək. Gələ B variantı. Ola B variantını ola bilər bilməzsiniz. Kalsium karbid plus sudan kalsium OH2 bir də C2H2 alınmış. Asetilen qazının alınmasıdır bu. Ona görə bu da getdi. Gələk C variantı. C variantı zaten məşhur əsas turşu reaksiyasıdır. Natrium OH plus H-lır. OH-la nə verəcək? H2O və yerdə natrium klor qaldı. Ona görə bu variantda getdi. Gələk, gələk deməli D variantı. Cavabımız D variantıdır. Niyə? Natrium klorid də duzdur. Kalium sülfat da duzdur. Uşaqlar çöküntü alınmır. Çünki natrium sülfatda çöküntü deyil. Kalium kloru çöküntü deyil. Ona görə cavabımız D olacaq. Bəs bu niyə olur? Çünki gümüş 3 PO4 sarı rəngli çöküntüdür. Uşaqlar. O belə. Demək 10-cu sualda oldu D variantı. Keçək 11-ci suala görə başımıza nə gəlir 11-ci sualda? Bizə dəqiqə. Keçən 11-ci suala keçdik. 11-ci sualda götürək ki, izah edək. Biraz burada ancaq reaksiya gedir. Getmir söhbətləri deyə biraz məni yorur belə suallar açığı. Deməli, birincisi natrium sülfatının üzərinə HNO3 gəlsən, uşaqlar, turşuların fəallı sırasında nitrat turşu sülfatdan bu yanadır. Demək ki, bu reaksiya getməz. Gələk bura, uşaqlar, bəli, bu reaksiya gedir. Niyə? Çünki burada plümbium klor 2 çöküntü alınır, bir də kalium NO3 ehtiyacı yoxdur. Bəs bu niyə getmir? Qardaş, bunu 50 dəfə sizə demişəm. Eyni sırada duran turşular, xlorid, nitrat, orta fosfat. Onlar o vaxtda bir-birinin duzundan çıxarır ki, birinci tərkib su dahalı olsun. Onun kimi bu reaksiya getmir. Gələk bura, bu reaksiya getmir. Niyə? Çünki xlorid sülfat duzundan çıxarmız, o qədər qudurmuyor. Uşaq sıra var, böyük kiçik var da. Bu niyə getmir? Bu da eyni qaydanın. Turşuların fəallı sırası var. Uşaq birinci sülfat gəlir, sonra xlorid, nitrat, orta fosfat ikinci sıradadır. H2SO3, H2CO3, H2S, H2 silisium sıranın ən axırında budur. Bunu nə vaxt karbon duzundan çıxara bilər. Ona görə 11-ci sualda oldu B variantı. Gələk növbəti 12-ci suala. Hansı halda reaksiya gedər deyir uşaqlar. Bir dənə tez bazar bunu götürən nəhv eləyək bunu. Hansı reaksiya gedər deyir. Deməli, birincisi natrium hidroksid plus sink klor 2. Sink klorid. Uşaqlar, sink klorid üzərinə gəlinsin natrium OH. Əsas bu duzlu, bu da əsas nə vaxt reaksiya gedir? Birinci əkisi həll olsun, ikinci çöküntü alınsın. Həqiqətən də sink OH2 burada çöküntü alındığı üçün bu reaksiyamız gedər uşaqlar. Cavabımız olacaq A variantı 12-ci sualda. Bəs bu birlər niyə getmir uşaqlar? Mən sizə deyim, biləsiniz. Deməli, B variantı niyə getmir? Magnezium OH uşaq suda həll olmayan əsaslar çöküntüdür axı.
Duz və əsas, bu duzlu, bu da əsas. O vaxt reaksiya gedəcək. Birinci hərəkəsi həll olsun. İkincisi çöküntü alasın. Uşaqlar, birinci şərtləri çöküntüdə reaksiya getməyəcək. Natrium hidroksid, barium hidroksid. Uşaqlar, natrium hidroksidlə barium hidroksid istə qələvidir, qələvi ilə reaksiya etməz axı. Sonra gəldik. D variantı niyə getmir? Kalium hidroksid, natrium sülfat. Natrium sülfat plus kalium var. Uşaqlar, söz yox. Bu duzlu, bu da əsasdır. Hər ikisi həll olur, amma çöküntü alınır. Çünki natrium var da çöküntü deyil, kalium sülfat da çöküntü deyil. Ən nəhayət gəldik. Kalium hidroksid, dəmir 2 hidroksid uşaqlar. Ümumiyyətlə, kalium OH-la ferium OH reaksiya getməz. Ümumiyyətlə, iki əsasına vaxt bir-birinə reaksiya gedər. Onun biri amfoter olmalıdır, biri də qələvi olmalıdır. Məsələn, sink OH2 qələvilərlə gedər. Alüminium OH3 qələvilərlə gedər, amma bu getməz. Yəni, belə bir reaksiya yoxdur. Yəni, bu duzlar dərsdən milyon dəfə daha qışqıra-qışqıra öyrətmişəm sizə ki, diqqətli olmalısınız bu söhbətlərdə. Gələk 13-cü suala. OH iyonuyla hansı katyonları təyin etmək olmur? Şurada çökməyənləri də natrium OH suda əldə olan maddədir, barium OH suda əldə olan maddədir. Amma iki necə təyin edilməsi? Onsuz da mistir, dəmirdə OH-la təyin olunur. Təyin oluna bilməz 1, 4, 13-də olacaq C variantı. Gələk növbəti 14-cü sual. Şöyle 14-cü sualı götürək. Biraz bu da reaksiya çoxdur. Onları mən yazmalıyam sizin üçün. Qardaş, iki maddə o vaxt məhlulda qala bilər ki, ola bir-birinə reaksiya getməsin. Hansı iki uşağı bir evdə saxlamalı, bir-birini qırmayanları. Amma o iki maddə, iki iyon reaksiya etsə, onları bir qabda saxlayanmazsan. Gələk birinci A variantı. Mis flor 2 plus kalium var. Sən bilirsən, bu duzlu, bu əsas. Duzla əsas nə vaxt reaksiya girirdi? Birinci hərəkəsi həll olsun, əla. İkinci çöküntü alasın, bəli. Mis OH2, burada nədir? Çöküntüdür. Deməli, bunlar bir qabda qala bilməz. Gələk, harda H-dan OH gördün, reaksiya gedir. Burada H OH-a verir su və yerdə nə qalır? Kalsium klor 2. Gəldi, yəni bu da gedir. Su alın. Söküntü, qaz su alın. Reaksiya edir burada. D variantı. 2 duzdur. 2 duz nə vaxt reaksiya daxil? Birinci hərəkəsi həll olsun, həll olur. İkinci çöküntü alınsın. Gümüş klor nədir uşaqlar? Ağ rəngli çöküntü. Ona görə də bunlar da bir qabda qala bilməzdir. Gəldi uşaqlar. Natrium hidrosülfat dərsdən demişdim. Turş duz plus ona turş duz plus uyğun qələvi. Nə deməkdir uyğun qələvi? Sən natrium hidrosülfatın natrium OH gəlirsən. OH-la H nə edəcək? Su eləyəcək və yerdə nə qaldı? Natrium 2 SO4. Amma E variantı getməz. Niyə getməz qardaş? Bu ikisi də duzdur. İki duzla vaxt reaksiya daxil. Birincisi hərəkəsi həll olsun, ikincisi çöküntü alasın. Fərz eləyək gedir. Mis SO4-də çöküntü deyil. Natrium nitratda çöküntü deyil. Bayaqdan dərsin girişində mən çöküntülərdən danışmışdım. Cavabımız olacaq Y variantı 14-cü sualda. Gələk 15-ci suala. Qurğuşun 2 nitratla deməli uşaq yazaq. Plümbium NO3 2 dəfə, bilirsən də NO3 1 valentdir, qurğuşunda 2 valentdir. Plus natrium sülfat, natrium 2 SO4-dür, bu 2, bu 1. Uşaqlar, burada hansı iyonlar? Çöküntü verən uşaqlar. Burada plümbium SO4 neyini? Dərs izahında demişəm. Uşaqlar, çöküntü plümbium və SO4 arasında baş verir. Deməli, reaksiya burada plümbium və SO4 arasında baş verir. Və yaxud da mən uşaqlara qısaca öyrətmişdim ki, qısa iyon tənliyində kim qalıbsa reaksiya onlar arasında baş verir. Və plümbium NO3 iyonları ayırır. Elə deyil. Sən laf yazaq. Plümbium üstə gəlinsin 2 dənə NO3, deməli üstə gəlinsin 2 dənə natrium, 1 dənə SO4, 2 mənfi. Sağ tərəfdə plümbium SO4 çöküntü, 2 dənə natrium, 2 dənə NO3. Bax, qardaş, natriumlar gedir. NO3-lər gedir. Yerdə nə qalır? Plümbiumla. Nə qalır? Plümbium 2 müsbətlə. SO4 2 mənfi qalır. Get dərs izahına baxın. İzah eləmişəm onu orada. Yəni cavabımız olacaq C variantı 15-ci sualdır. Gələk 16-cı suala. Gəlin 16-cı sualın 17-ci sualı götürək. Görək nə edəcəyik bu sualları. Şöyle deməli kalium hidroksid və xlorid turşusu. Kalium hidroksid, kalium OH-dır. Üzərinə H xlor gəlir. Burada bilirsən də kalium klor alınır, bir də HOH su alınır. Bu bilirsən molekulyar tənlik. İyonlara ayırsam kalium müsbət, OH mənfi, H müsbət, xlor mənfi, kalium müsbət, xlor mənfi, çöküntü, qaz, su iyonlara ayrılmır. Biz buna tam iyon tənliyi deyilir. Oxşar iyonları göndərdi, getdi cəhənnəmə. Solda nə qaldı? H müsbət, üstə gəldi OH mənfi və H2. Bu nə idi? Qısa iyon tənliyi. Deməli, burada reaksiya H və OH arasında baş vermişdir. Davam edəyim 17-ci sualına. Şöyle 17-ci sualda nədir? Ferin klor 2 duzunun tərkibində. Qardaş, bax, ferin klor 2-nin duzun tərkibində nə var? Deməli, bunun tərkibində bir dənə dəmir iyonu var, bir də klor iyonu var, elə deyilmi?
Mən bilirəm ki, dəmir 2 müsbət nə ilə təyin olunur? Qələvi ilə təyin olunur. Və xlor nə ilə təyin olunur? Xlor, brom, yod, B4 gümüşlə təyin olunur. Yəni mən əgər ferin 2 müsbət təyin eləmək istəyirəmsə, bunun ən rahat yolu bunun üzərinə qələvi gəlməkdir. Və ferin klorin üzərinə mən qələvi gəlirəm. Məsələn, B variantı mənim gözümü tutdu. Natrium OH. Niyə? Çünki burada ferim OH2 get-gedə qonurlaşan yaşıl çöküntü və natrium klor alınır. Gördünmü? Ferin burada OH ilə təyin olunur. Həqiqətən bunu iyonlara ayıranda bir dənə 2 müsbət, 2 xlor mənfi, üstə gəlinsin 2 dənə natrium müsbət, üstə gəlinsin 2 OH mənfi. Bilirsən də çöküntü, qaz, su iyonlara ayrılmır. 2 dənə natrium müsbət, üstə gəlinsin 2 dənə xlor mənfi. Oxşar iyonları göndəririk, xlorlar getdi, natriumlar getdi və həqiqətən də ferium 2 müsbət, üstə gəlinsin 2 OH mənfi, ferium OH2. Bax belə. Yəni uşaq, yəni dərs almadım. O bilən üçün kalium sülfat götürək fərzilə. Çöküntü alınmır. Yəni ferium sülfat çökmür axı. Fərzilə kalium sülfat götürmüş. Kalium çökmür, ferium çökməyəcək axı. Ona diqqət eləmək lazımdır. O məsələ budur. Ona görə mən B variantı cavab ya E-dir. Prosta burada xlor məsələsi var. Mən bilirəm ki, ferium xlor 2-nin üzərinə mən gümüş NO3 gələndə burada nə baş verir? Gümüş xlor nə olur uşaqlar? Ağ rəngli çöküntü və bir də ferium NO3 2 dəfə alınır. Burada uşaq bir ki verdim, gümüş ilə təyin olundu, xlorla təyin olundu. Yəni əgər sən xloru təyin eləmək istəyirsənsə, onun həll oluncunda gümüş bir nitrat əlavə edirsən. Orada ağ rəngli çöküntü müşahidə olunacaq. Bu da iyonlar ayrılır, bu da ayrılır, bu da ayrılır. Solda uşaqlar nə qalır? Gümüş müsbət qalır, xlor mənfi qalır. Bax gördünmü? Bax buna diqqət eləməlisən 17-ci sualda. Dərs izahında 60 dəfə demişik. Gələk 18-ci və 19-cu sualları götürək, izah eləyək. 18 və 19-cu sualları görək nə edəcəyik. Deyək ki, kalsium kloridin X maddəsini müəyyən edin. Deyək, uşaqlar, ümumiyyətlə, fikir versən cavablarda hamısı duzdur. Yadda saxla. 2 duz avaq reaksiyaya daxil olur ki, birincisi hər ikisi həll olsun. İkincisi, alınan duzdan heç olmasa biri çöküntü olsun. Çöküntü var. Deməli, mənim burada seçəcəyim duz mütləq şəkildə suda həll olmalıdır. Və karbonatın bayaq girişdə dedim, CO3-ün ancaq natrium, kalium, NH4 duzları həll. Ona görə cavab B variantıdır. Çünki uşaqlar, bunlar hamısı çöküntüdür. Mən məsələn fərz eləyək ki, kalsium klor ki, plus mis CO3 yazsam, uşaqlar bu reaksiya getməyəcək. Niyə? Çünki duz-duz reaksiyası birinci səhət hər ikisi həll olunur. Ona görə mən məcbur qalıram. Kimi seçirəm? Kalium karbonatı seçirəm. Deməli, burada da həqiqətən kalium karbonat həll olur. Reaksiya nəticəsində kalsium CO3 çökür, bir də kalium klor alınır. Bax, olay budur. 18-ci sualda oldu, deməli, B variantı. Gələk 19-a uşaqlar. 19 da yenə də eyni mahiyyətli bir sualdır. 2 duzdur, amonium sülfat. Hə, uşaq, ümumiyyətlə deyirsiniz ki, müəllim, bunu siz haradan bilirsiniz? Amonium sülfatın üzərinə bilmirəm nə gəlibdir. Amonium klorid alınıbdır. Təbii ki, mən bura H-klor gəlsəm reaksiya etməz. Niyə getməz? Çünki klorid sülfatı çıxara bilməz. Birinci məsələ budur. Yəni NH4 xlor plus H2SO4 olmaz. Və yaxud da indi qaldı A variantı və digər variantlarda duzdur hamısı. 2 duz nə vaxt reaksiya gedir? Birincisi hər ikisi həll olmalıdır. Əgər mən götürüb bura gümüş xlor yazsam, gümüş xlor çöküntüdür. Ona görə heç bunu götürməyə lüzum yoxdur. Demək cavab ya budur, ya budur, ya da budur. 2 duza vaxt reaksiya daxil, birincisi hər ikisi həll olsun, ikincisi çöküntü alınsın. Uşaqlar, sink xlor 2 götürürəm, birinci şərt ödənir, hər ikisi həll olur, amma çöküntü alınır. Niyə? Çünki sink S4 çöküntü deyil. Və yaxud da kalium götürdüm. Kalium 2S4 çöküntü deyil. Ona görə mən kimi götürəcəm burada? Barium, xlor 2. Burada nə olur? Barium S4 nədir? Ağ rəngli çöküntüdür. 2 duzun reaksiya şərtidir. Cavab olacaq 19-da C variantı. Gələk növbəti 20-ci və 20-ci suallar şöyle çətin sual deyil. Dərsiz zamanlar ilə bunu qeyd eləmişəm. Çöküntü, qaz, su iyonları ayrılmır. Natrium kloru iyonları ayırıram. Gümüş müsbət, NO3 mənfi və gəlirəm gümüş xlor çöküntü, natrium müsbət, NO3 mənfi. Uşaqlar, bu tam iyon tənliyidir. Oxşar iyonları göndərirəm cəhənnəmə. Yerdə nə qaldı? Gümüş müsbət, xlor mənfi və sağ tərəfdə gümüş xlor. Bu qısa iyon tənliyidir uşaqlar. Harada var belə cavab? C variantı olacaq deməli 20-ci yox. C variantı yox. Uşaqlar, E variantı gör. Bilmirəm bunun işarələrini. E variantı olacaq. 20-ci sualda. Gələk 21-ci suala görə 21-ci sual nədir? Bir hansı reaksiya tənliklərində çöküntü doğru göstərilmişdir. Uşaqlar, çöküntü bilirsiniz də SO4-ün 5 duzu, barium, kalsium, stronsium, gümüş qurğuşun bu doğru göstərilibdir. Duzun tərkibində natrium, kalium, NH4, NO3 gördünmü? Uşaqlar, səhvdir, bu çöküntü deyil. Xlor, brom, yodun 2 duzu, acı, bir də Pb2 müsbət duzları deməli çöküntürük. Qaydada girişdə demişəm. Ona görə bu da doğrudur. Amma dedim, yəni
SO4-ün 5 duzu barium, kalsium, stronsium, gümüş qurğuşun deməli həll olunmur, qanunları həll olur. 21-də olacaq B variantı. Gələk 22-ci suala. Hansı reaksiya tənliklərinə çöküntü doğru göstərilmişdir? Uşaqlar, nitratın, yəni duzun tərkibində natrium, kalium, NH4, NO3 gördünmü? Yəni mis 2 nitrat suda həll olan duzdur. Yalan göstəriblər. Bunu da səhv göstəriblər. Bəli, bu düzdür. Barium sulfat çöküntüdür. Bir də demişdik də, deməli orada dərsin girişində demişdim də, PO4-dür, S-dir, CO3-dür, silisium O3-dür. Onların ancaq 3 duzu. Natrium, kalium, NH4 duzları. Qalanları həll olunur. Gəldik, doğru göstərildi. 3-4 olacaq C variantı. 22-ci sualda. Gəlir 23-cü suala. Hansı reaksiya təmir çöküntü səhv göstərilmişdir? Yenə eyni qayda ilə. Baxın uşaqlar, yenə bu qaydaya qayıdıram. Daş düşsün bu qaydanın başına. Baxın bunu görsən, bax bunu. C, S-dir, SO3-dür, CO3-dür, silisium O3-dür, PO4-dür. Bunların ancaq və ancaq deməli 3 duzu həll olur. Ona görə də deməli mis karbonat çöküntüdür. Bu doğru göstəriblər. Natrium klor səhv uşaqlar. Natrium, kalium, NH4, NO3-ün duzları deməli çöküntü deyil. Ondan sonra bax bura, burada ise PO4 da burada var. PO4'ün də yanına eyni qayda ilə ancaq natrium, kalium, NH4 həll olur. Bu da uşaqlar, kalium bilirsən də, duzun tərkibində natrium, kalium, NH4, NO3 varsa müzakirəyə ehtiyac yoxdur. Bu da səhv göstərilib. Cavab olacaq 2, 4, 23-cü sualda. Gələk 24-cü suala. Hansı iyonları sülfat turşuda təyin etmək olar? Uşaqlar, sülfat turşusunun tərkibində nə var? Birinci növbədə ona diqqət eləmək lazımdır. Deyəsən, mən bunu burada yerləşdirə bilməyəcəm. Bu götürün bunu. 24 və 25-ci sualları. Deməli, uşaqlar, sülfat turşusunun tərkibində H2SO4-də bilirsən ki, bir H müsbət iyonu var, bir də SO4 2 mənfi iyonu var. Və mənim dərhal görürəm ki, burada, yəni burada nəyə diqqət eləməli? Uşaq, çöküntü, qaz, nəsə bir şey verməli ki, təyin eləyəsən də. Məsələn, tutalım ki, bəli, plümbium doğrudur. Plümbium mən SO4 ilə təyin edə bilərəm. Doğrudur, plümbium SO4 ağrayını çöküntüdür. Amma NH4-ü təyin edin. Çünki NH4 uşaqlar təyin olunur qələbi ilə. Yəni NH4, SO4 nəsə də NH4-ün sülfatla təyin edilməz. Çünki heç bir əlaməti yoxdur. Suda həll olan bir duzdur. B variantı eyni qaydana, natrium sülfatdır. C variantı uşaqlar artıq mənim gözümə dəyir. Nəyə görə deyim sizə? Uşaqlar, barium SO4 ağ rəngli çöküntüdür. Barium SO4 ağ rəngli çöküntüdür. Məsələn, tutalım ki, götürürsən barium flor 2, üzərinə gəlsin H2SO4. Burada nə alır? Barium SO4 ağ rəngli çöküntü alır. Və gördüm SO4-ü burada təyin elədim. Və yaxud da ki, uşaqlar, CO3-ü nə tərəf təyin edirsən? Çox bəsitdir. Götür kalium 2 CO3-ün üzərinə, gəl H2SO4. Bunun üçün daxil olmaq lazımdır. Nə alacaq? Kalium 2 SO4, bir də H2CO3. Bu da nəyə parçalanır? Karbon qazına və suya. Uşaqlar, oradan qaynama müşahidə olunur. Karbon qaz ayrılır axı məhluldan. Oradan bilirlər ki, burada nə iyonu var? Karbonat iyonu var. Həqiqətən də biz bunu iyonlara ayıranda fikir ver bura uşaqlar. Bir dənə bu hissəyə fikir ver. 2 dənə H müsbət, SO4 2 mənfi. Deməli, gəlirəm sağ tərəfə. 2 dənə kalium müsbət, SO4 2 mənfi. Bilirsən də çöküntü, qaz, su iyonlara ayrılmır. Bu tam iyon tənliyidir. Hər tərəfdən bunları göndərdi. Yerdə nə qaldı? CO3 2 mənfi. Gördünmü? H müsbətlə təyin olunur. Biz bunu dərsi izahında 50 dəfə demişik. O belə. Görün, bu da SO4-də bariumla təyin olunur. Yəni, bunlar hamısı göz qabağındadır. Hansı iyonlara xlorid turşudan təyin etmək olar? Xlorid turşusu bilirsən də tərkibində nə var? H müsbət var, bir də xlor mənfi var. Təbii ki, xlorla nə kimi təyin olunacaq? Xlor, brom, yod, PO4. Nə ilə təyin olunurdu? Gümüşlə. Ağ sarımtıl, sarı-sarı. Söz yox, gümüşlə təyin edə bilirsən. Gümüşlə. Gümüşü xlorla, xlor gümüşlə ağ rəngli çöküntü verir axı. Amma PO4 alınır. Gələk uşaqlar, növbəti bir məsələ. Yəni, burada əslində qalanda yenə də cavab D variantı olacaq. Nəyə görə? Yenə eyni şeydir. Yəni, sən bilirsən ki, xlor, brom, yod, PO4 gümüşlə təyin olunur və karbonatın duzuna eyni şeydir. Uşaqlar, H-xlor yerinə, H2SO4 yerinə H-xlor qoyur. Eyni mahiyyətli şeydir. Sadəcə kalium xlor, bir də H2CO3 alınır. Yenə də cavabımız olacaq D variantı. Yəni, dərs izahında da bu barədə biz danışmışıq. Karbonatın duzun üzərinə qüvvət turşudur. Yəni, uşaqlar, oradan qaz qabarcıqları aynı və bilirlər ki, burada nə var? Karbonat iyonu var. Gələk növbəti 26 və 27-ci suallara görə burada nə eləyəcək? Hansı reaksiya qaz əmələ gəlməsi ilə məhlulda axıra qədər gedir? Uşaqlar, burada fikir verirsənsə OH. Burada nə əmələ gəlir? Gəlin reaksiyaları bir-bir tamamlayaq. Natrium OH plus natrium HCO3. OH, müəllim deyir, harada H gördüm, OH-a birləşdir. Və natrium 2 CO3. Uşaqlar, burada su alınmasına axıra qədər gedir. Gələk bura. Burada nə alınır? Barium karbonat. Barium karbonat nədir? Çöküntüdür. Yəni, burada da qaz alınmalı. Bu da getdi. Gələk C variantı. Uşaqlar, cavabımız C variantı olacaq. Niyə? Çünki xlorid turşusu karbonatdan %10 duzundan çıxarır. Kalium xlor
bir də H2CO3. O da nə yapar salınır? Karbon qazına və suya. O birilər niyə olmur? Deyim sizə uşaqlar. D variantına kalium sülfat, bir də H2 silisium uşaqlar. Metasilikat turşusu suda həll olunur. Çöküntü alır burada. Bax OH, 2 dənə H ilə 2 dənə OH, 2 dənə su edir və yerdə nə qaldı uşaqlar? Qaldı kalsium CO3. Özdən istənə 2 dənə. Bax, bir dənə kalsium burada, bir dənə burada. 2 dənə kalsium elədi, 2 dənə CO3 qalmışdı. Bax belə. Gələk 27-ci suala. Hansı reaksiya çöküntü alınması ilə? Uşaqlar, burada kalsium klor çöküntü deyil. Kalsium klor və H2CO3 alınır. O da CO2 və suya parçalanır. Gələk B variantı. Bəli, cavab B-dir. Kalsium karbonat çöküntüdür. Bir dənə natrium klor. Bunlar niyə olmuş hala? Bir dənə H ilə bir dənə OH, bir dənə sudur və yerdə natrium 2 CO3 alınır. Gələk bura. Buradan niyə alınmır? Çünki natrium NO3, bir də H2CO3 alınır. O da nəyə parçalanır? Karbon qazına suya. Gəldik Y variantı. H ilə OH eləyəcək su və yerdə natrium klor alınacaq. Bu da su alınması nə gedir? Diqqətli olmaq lazım. Ümumiyyətlə uşaqlar, turşuların fəallık sırasını bilin. Öndə gələn turşu, özündən sonra gələn turşu nə edir? Duzundan çıxarır. Gələk 28-ci suala görək 28-dən nə eləyəcəyik? Bizə dəqiqə bu nədir buna? Əyri-müyü kopyalayıblar bunu. Hansı reaksiya çöküntü əmələ gəlməsidir? Gəlin bir-bir yazaq. Kalium HCl üzərinə gəlinsin kalium OH. OH ilə H nə eləyəcək? Eləyəcək su və kalium 2CO3 alındı. Ona görə burada su alınması ilə gedir. Burada nə alınır? Olan magnezium NO3 2 dəfə alınır. Bir də H2CO3. O da nəyə parçalanır? Karbon qazı və suya. Yenə də burada alınmadı. Gələk D variantına. Burada gümüş xlor alınır. Çöküntü. Bir də HNO3. İnşallah bəli. Cavabımız olacaq D variantı 28-ci sualda. Aşağı bu birlər bəs niyə olmur? C variantı bilirsən də əsas turşu reaksiyasıdır. Elə birin birə nisbətində. Burada 2 dənə OH var, 2 dənə H var, 2 dənə su eləyəcək və yerdə nə qaldı? Magnezium SO4 qaldı. Y variantı niyə olmur? Kalium HCl plus H xlor. Burada nə alınır? Kalium xlor, bir də H2CO3. O da karbon qazına və suya parçalanır. Ona görə cavabımız olacaq D variantı. Bax belə. 28-ci sualda diqqətli olmaq lazım. Gələk 29-cu suallar uşaqlar. Bunu bayaqları qaydada da demişdim, təkrar edirəm. Bax, görürsünüz bunları. Bunların ancaq natrium, kalium, NH4 duzları həll olur. Bəs salam. Yəni, diqqətli olmalısan ki, bunların yanına ancaq çöküntü əmələ gəlməz. Natrium, NH4. Cavab olacaq 1-3, olacaq A variant 29-cu sualda. Gələk 30-cu sualda eyni mahiyyətli uşaqlar çöküntü əmələ gələ bilər deyir. Burada da 2 ilə 4-ü götürəsən olacaq deməli D variantı. Gələk növbəti 31-ci suala. 31-ci sual deyir, hansı ion mübadilə reaksiyası axıra qədər gedir deyir uşaqlar. Çöküntü qaz su. Çöküntü qaz su. Deməli birincisi. Natrium klor plus kalium OH ola. Bu duzdur, bu da əsasdır. Duz və əsas. Ümumiyyətlə duz əsas. O vaxt reaksiya girir ki, birinci hərkisi həll olsun, ikinci çöküntü alınsın. Uşaqlar, çöküntü alınmır burada. Çünki kalium klor çöküntü deyil, natrium OH da çöküntü deyil. Ona görə A variantı getdi. Gələ B variantına. Duz. Fərz eləyək gedir. Mis xlorikdə çöküntü deyil. Ferium sülfatlı çöküntü deyil. Gələk C variantına. Uşaqlar, bəli, C variantı olacaq. Niyə olacaq deyim sizə. Çünki burada çöküntü alınır. Natrium PO4. Babidən bu hissəyə fikir ver. Kalsium PO4 ilə birləşir. Kalsium PO4 çöküntüdür. Ona görə cavabımız olacaq C variantı. Bu birlər niyə olmur uşaqlar? Çünki burada çöküntü alınır. Fərz eləyək gedir. Kalium var, çöküntü deyil, natrium ionlaşır. Fərz eləyək gedir. Mis çöküntü deyil, kalium ionlaşır, çöküntü deyil. Olay burada. Bunlara diqqət edəsən, məndən yaxşı bilərsən mövzunu. Gələk 32-ci suala. 32-ci sualın mahiyyəti nədir uşaqlar? Mən bilirəm ki, ferium klorürdə nəyə diqqət eləməliyəm? Burada bir ferium 3 müsbət iyonu var, bir də xlor iyonu var uşaqlar. Mən bilirəm ki, ferium 3 müsbət nə ilə təyin olunur? Dərsizana demişdik, qələvi ilə təyin olunur. Yəni, sən götürürsən ferium klorürün üzərinə qələvi tökürsən. Və yaxud da xlor nə ilə təyin olunur? Xlor, brom yox, təyin olunurdu gümüşlə. Uşaqlar, gümüş bir nitratla təyin olunurdu. Yəni, hər ikisini ayrı-ayrılıqda baxaq. Deməli, ferium klorürün üzərinə mən natrium OH gələndə, burada nə alınırdı? Ferium OH3. Qonur rəngli çöküntü uşaqlar. Və bilirdim ki, burada artıq nə var? Ferium OH var. Yəni, ferium 3 müsbət iyonu var. Və yaxud da ki, ferium klorürün üzərinə mən gümüş NO3 gələndə uşaqlar, gümüş NO3 gələndə mən burada nəyə diqqət edirəm? Gümüş xlor ağ rəngli nədir? Çöküntüdür. Bax, buna nə etmək lazımdır? Diqqət eləmək lazımdır. Bax, belə. Bəs bunu niyə götürməlidir? Uşaqlar, çünki buna heç kim təyin olunmur. Fərz elə götürmüşəm. Ferium SO4 çöküntü, natrium klor. Nədən təyin edir? Bax, belə, yəni diqqətli olmasan. Deməli, burada 32-ci sualda testin mahiyyəti nədən ibarətdir? Deməli, burada qırmızı qonur rəngli çöküntü olur. Bax, elə ki, bu ferium 3 müsbət aid. Bax, bu var ya, bu qırmızı qonur rəngli çöküntüdür.
Yəni 1 ilə 4 olacaq, elə A variantıdır. 1 ilə bax, ferim təyin olunur. Deməli, bu natrium OH-la rəngi qırmızı qonur çöküntüdür. Xlor təyin olunur gümüş NO3 ilə. O da necə çöküntü uşaqlar? Deməli, ağ rəngli çöküntüdür. Gələk 32-ci suala. Aşağı 32-ci sualda bir dənə izah edək. 33 daha doğrusu. 33-cü sualda yenə də bunun mahiyyət etibarilə eyni sualdır, amma yenə də bir baxaq 33-cü suala. Eybi, bunu biraz ətraflı izah edəcəm sizə. Deməli, uşaq, testin mahiyyəti nədir? Yenə eyni şeydir. Burada nə var? Ferium 2 müsbət var, bir dənə də 2 dənə də xlor var. Yəni, xlor var da. Ferium 2 müsbət təyin olunur qələvi ilə, xlor təyin olunur gümüşlə. Yəni, buna diqqət eləməsən. Qaydada bu var. Yəni, bunun mahiyyəti nədir? Mən ferium xlor 2-nin üzərinə qələvi tökürəm. Bilirəm ki, burada ferium OH ilə birləşir. Alınır ferium OH. Uşaq, dərs izahında var bu. Onun yaşıl rəngli çöküntüdür. Və uşaqlar, bunu iyonlara ayıranda bilirsən də, burada bir dənə ferium var, 2 dənə xlor var, 2 dənə natrium var, 2 dənə OH var. Bu olaylara diqqət eləmək lazımdır və ferium OH bilirsən də çöküntüdür. 2 dənə natrium müsbət, 2 dənə xlor mənfi. Və buradan oxşar iyonları buradan göndərəndən sonra natrium yerdə nə qalır? Ferium 2 müsbət və 2 dənə də OH qalır və ferium OH2 çöküntü. O belə. Və yaxud da götürürsən ferium xlor 2-nin üzərinə gümüş NO3 tökürsən. Burada da bilirsən də gümüş xlorla birləşir. Gümüş xlor nədir? Ağ rəngli çöküntüdür. Bir də ferium NO3 2 dəfə alınır. Bu olaylara diqqət eləmək lazım uşaqlar. Bu da yenə iyonlara ayıranda sol tərəfdə gümüş müsbət qalır, xlor mənfi qalır uşaqlar. Və sağ tərəfdə də gümüş xlor qalır. Budur məsələ. Yəni burada tənədə buna diqqət eləmək lazım. İnşallah mis SO4 ümumiyyətlə heç birinə çöküntü vermir. Yəni nə ferium SO4 çöküntülü təyin edə bilməzsən, nə də ki mis xlor ki. Belə, yəni təyin eləmək üçün bu heç bir şey yaramır 33-cü sualda diqqətli olmalısan. Cavab olacaq Y variantı. 1, deməli 4 qonurlaşan yaşıntı çöküntü ərzanı demişəm, ferium OH2 get-gedə qonurlaşan yaşıl çöküntüdür. Və eyni qayda ilə gümüş xlor nədir uşaqlar? Ağ rəngli çöküntüdür. Yəni 3 və 6 götürərsən olacaq Y variantı. 33-cü sualda diqqətli olmaq lazımdır. 34-cü sualda uşaqlar bu tip testlərin ən sürətli həlli nədərdir? Birinci növbədə uşaqlar siz axtarmalısınız ki, ferium OH2 reaksiyanın sağında olsun ferium OH3. Birinci növbədə bunu axtarmalısın. Ona görə heç B variantına, C variantına dünəndən baxmışsan. A variantında uşaqlar nəyə diqqət eləməlisən? Sol tərəfdə ferium 3 müsbət iyon olmalıdır. Ferium 2 ölçü iyonlara ayrılmır. Gəldi cavab ya dedi ya da E-dir. E variantına ümumiyyətlə baxmağa ehtiyac yoxdur. Çünki niyə ehtiyac yoxdur? Burada dəmirimiz müsbət 2-dir uşaqlar. Bu ferium müsbət 2 iyonun təyinidir. Deməli, cavabımız D variantıdır. Niyə? Çünki D variantında ferium OH3 alınır uşaqlar, çöküntü və kalium xlor alınır. Sən də bilirsən ki, iyonlara ayıranda burada nə var? Ferium 3 müsbət, 3 dənə xlor mənfi, üstə gəlinsin, 3 dənə kalium müsbət, 3 dənə OH mənfi, keçək sağ tərəfə, ferium OH3 iyonlara ayrılmır, 3 dənə kalium müsbət, 3 dənə xlor mənfi. Kaliumlar getdi cəhənnəmə, xlorlar getdi dünyanın axırına, ferium 3 müsbət və 3 dənə OH mənfi qaldı və ferium OH3. Belə diqqətli olmalısan 34-cü sualda. Belə incə şeylərdən diqqət eləməlisən ki, qarışdırmayasan. 35 də bunun eynisidir uşaqlar. Birinci növbədə sink OH2 reaksiyanın sağında olmalıdır və ümumiyyətlə mən sizə bir şey demişəm. Bu sink 2 müsbətdir, dəmirdir, xromdur, dərs zanı demişəm. Bu hamısı qələvinin təyin olunur. Yəni birinci növbədə reaksiyanın solunda OH iyonu olması üçün, yəni burada ümumiyyətlə A variantı nə əlaqə? C variantı sinko su ilə reaksiya getmir. B variantı ümumiyyətlə OH iyonu yoxdur. Yəni harada OH iyonu üçün qələvi lazımdır. Cavabımız ya D-dir, ya da E-dir. D variantının iyi olmuş, çünki sinko iyonlara ayrılmır. Yəni mən sinkonu iyonlara ayıranmaram. Amma E variantı okey. Həqiqətən sink klor 2-nin üzərində natrium OH gələndə nə alınır? Sink OH2 bilirsən ki, ağ rəngli çöküntüdür və natrium klor. Bu molekulyar tənlikdir. İyonlara ayırsan, burada bir dənə sink var, 2 dənə flor var və 2 dənə natrium müsbət, 2 dənə OH mənfi var. Gəlirəm sağ tərəfə, sink OH2-ni iyonlara ayırmıram. 2 dənə natrium müsbət, 2 dənə də xlor mənfi. Bu tam iyon tənliyi idi. Oxşar iyonları göndərirəm, natriumlar getdi, xlorlar getdi və yerdə nə qaldı? Sink 2 müsbət, üstə gəlirsin 2 OH mənfi və sink OH2 çöküntü. Yəni cavabımız 35-də Y variantı. Uşaqlar, indi 36-cı suala görə 36-cı sualda söhbət nədən gedir? Götürək 36-cı suala. Bunlar biraz uşaqlar, yəni çətin deyil, sadəcə olaraq biraz vaxt aparan suallardır bəziləri.
Ona diqqət eləməlisən. Deməli, CO3, NH4 və SO4 iyonlarını hansı maddələrin məhlullarından istifadə etməklə? Sən birinci növbədə bilməlisən ki, CO3 təmin üçün sənə turşu lazımdır. Yəni H müsbət iyon lazımdır. İkinci növbədə NH4 təmin üçün sənə OH lazımdır. S4 də bariylə təyin olunur. Cavab D variantıdır. Birinci çünki necə olur bu? H olar. Məsələn, karbonatını götürürsən, həll olan duzun üzərinə xlorid turşusu tökürsən. Burada nə alınır? Kalium xlor, bir də H2CO3. Bu da nəyə parçalanır? Karbon qazı ilə suya. 50 dəfə izah eləmişəm bunu. Və burada iyonları ayıraq. Deməli, nətər ayıracağıq? 2 dənə kalium müsbət, üstə gəlinsin CO3, 2 mənfi, üstə gəlinsin 2H müsbət, üstə gəlinsin 2 xlor mənfi, 2 kalium müsbət, 2 xlor mənfi, CO2 və suyu iyonlara ayırmırıq. Oxşar iyonları göndərdik, getdi cəhənnəmə. Nə qaldı yerdə? Deməli, qaldı yerdə CO3 2 mənfi, üstə gəl 2H müsbət, sağ tərəfdə CO2 və su. İnşallah bu mənası nədir? Biz karbonatın həll olan duzun üzərinə turşu tökəndə orada qaynama müşahidə olunur. Orada CO2 qazlanır və həmin CO2 qazı ki, əhəng suyunu bulandıran qazdır. Və biz bilirik ki, burada karbonat iyonu var. Və eyni qayda ilə, məsələn, amoniumun hər hansısa həll olan duzuna NH4 xlor götürək, məsələn. Üzərinə natrium OH gəlir. Bu zaman nə alınır? Natrium xlor alınır. Bir də NH4OH. O da amonyaka və suya parçalanır. Burada da bilirsən də iyonları ayırsam, NH4 müsbət, xlor mənfi, natrium müsbət, OH mənfi, natrium müsbət, xlor mənfi, üstə gəlinsin amonyak qazı, bir də su. Bu nədir? Tam iyon təminidir. Hər tərəfdən oxşar iyonları göndərəndən sonra yerdə nə qaldı? NH4 müsbət, OH mənfi, amonyak qazı və su. İnşallah amoniumun həll olan üzrə gələ bütün oradan amonyak hissi gəlir. Birləşib burada nə iyonu var? Amonium iyonu var. Və nəhayət sonuncu, məsələn, tutalım ki, barium xlorikin üzərinə gəlirsən sülfat turşusu. Burada nə alınır? Barium SO4 nədir uşaqlar? Ağ rəngli çöküntüdür və salam qurtardı getdi. Bu nüanslara diqqət eləməyin kifayətdir. 37-ci sualda uşaqlar, siz bilməlisiniz ki, ferim 2 müsbət qələvi ilə təyin olunur. Bax, ümumiyyətlə bu qaydadır uşaqlar. Bunu hər dəfə sizə deyirəm. Bax, bu qaydadır. Deməli, xlor, brom, yod, P4 təyin olunur. Gümüş bir nitratdan uşaqlar. Yəni, gümüş bir nitrat məhlulundan təyin olunur. Ondan sonra, o birilər də ki, bunu hər dəfə demişik dərs izahında ki, adı nədir? Magneziumdur, sinkdir, misdir, dəmirdir, xromdur, alüminiumdur, NH4, bunlar hamısı təyin olunur OH-la. Yəni, qələvi ilə təyin edirik. Perium 2 müsbət qələvi ilə təyin olunur, xlor və P4 təyin olunur uşaq nə ilə? Deməli, gümüş 1 nitratdan 37-də olacaq C variantı. Gələk növbəti 38-ci suala. Yenə eyni qaydadır uşaqlar. Biz bilirik ki, xlor, brom, yod, P4. Baxdan hər dəfə demişəm. Bunlar hamısı təyin olunur uşaq nə ilə? Gümüş 1 nitratdan. Çünki gümüş xlor ağ rəngli çöküntüdür, gümüş brom sarımtıl, gümüş yod sarı, gümüş 3 P4 sarı. Bu dərs izahı diqqətli olun. Gəldi növbəti uşaqlar. SO4 nə ilə təyin olunur? Qaydadır uşaqlar. Bax, SO4 nə ilə təyin olunurdu? Bax, SO4 bariumla təyin olunur. Ağ rəngli çöküntüdür. Ondan sonra xlor nə ilə təyin olunur? Uşaqlar, gümüşlə təyin olunur. Baxdan hər dəfə demişik. CO3 də H müsbətlə təyin olunur. Yəni, cavabımız olacaq, deməli, A variantı 39-cu sualda. Gələk növbəti 40-cı suala. Görə 40-cı sualda biz nə eləyəcəyik? Uşaqlar, 40-cı sualda hansı qısa iyon təmini deməli, bu kimi ifadə olunur. Birinci növbədə bu tip suallarda sizə ən rahat yol nədir? Kalsium CO3 reaksiyanın sağında olmalı. Reaksiyanın solundadırsa bunlara heç baxmağa ehtiyac yoxdur. Birinci məsələ budur. İkinci məsələ uşaqlar, baxmalısan ki, sol tərəfdə kalsium 2 müsbət iyon olmalıdır. Və kalsium uşaqlar iyonlara ayrılmır. Yəni, burada söz yox, kalsium karbonat alınır da, amma burada ümumiyyətlə, burada CO3 2 mənfi iyon yoxdur. Yəni, onu hardan çıxardaq? Yoxdur burada CO3 2 mənfi iyonu. Gələk uşaqlar, cavabımız olacaq A variantı. Nəyə görə deyim sizə? Çünki kalsium florikinin üzərinə biz natrium karbonat gələndə reaksiya nəticəsində nə alınır? Kalsium CO3 çöküntü, bir də natrium xlor alınır. Bu da iyonlara ayıranda bir dənə kalsiuma, 2 dənə xlora, 2 dənə natriuma, bir dənə CO3-ə, gələk sağ tərəfdə kalsium CO3 çöküntü, plus 2 dənə natrium, 2 dənə də xlor. Oxşar iyonları göndərirəm, xlorları göndərirəm, nə qalır solda? Kalsium 2 müsbət, CO3 2 mənfi və sağ tərəfdə kalsium CO3. O belə. Digər sıra müəllimdə C variantı neyir? Şu an C variantı karbonat iyonu solda yoxdur. Birinci növbədə bunu götürsən belə, burada bir sən alır reaksiya nəticəsində. Kalsium CO3 bir də su alınır. Bu nə bu iyonlar ayrı, nə də bax, qısa iyon təmini suda qalmış olacaq. Həm də heç karbonat iyonu yoxdur C variantında. Harada CO3 iyonu tapını çıxardım onu. 41-ci sualda saxlayan iyonu ilə
İyonlar arasında qarışdırırıq. Deyir, burada çökənləri tap. Çox bəsit. Yəni, burada çökən zaten duzun tərkibini, biz bu variantlara baxmadan belə demək olar. Duzun tərkibində natrium, kalium, NH4, NO3 varsa, onlar zaten çökmür. Qaldı SO4. SO4-ün 5 duzu. Barium, kalsium, stronsium, gümüş, qırğuşun. Yəni, onlar çökür, qanları həll olur. Misesdur su da həll olan 41-də oldu B variantı. Gələk növbəti 42-ci suala. 42-ci sualda nə edəcəyik inşallah? Bizə yazır ki, barium nitratla alüminium sülfat arasında gedən reaksiyanı yazaq da. Neçənci sualdır? Bu 42-ci sualdır. Yazaq da barium nitratla alüminium sülfat. Elə burada yerimiz var, burada yazaq. Barium nitrat. Deməli yazıram. Barium NO3 2 dəfə. Üzərinə gəlinsin. Alüminium sülfat. Alüminium 2, SO4 3 dəfə. Reaksiyasında nə alınır? Barium sülfat alınır. Barium sülfat bilsəniz çöküntüdür. Bir də alüminium nitrat alınır. Alüminium NO3 3 dəfə. Sonra bu molekulyar təmlikdə əmsallaşdıraq. Deməli, S4 3 dənəni gətirib bura 3 yazıram. İnşallah bura 3 yazıram. Burada gətirib 2 yazıram və beləcə əmsallaşdırdıq. İndi iyonlara ayıraq. Bizənin çöküntü qazlı iyonlara ayrılmır. Burada 3 dənə barium 2 müsbət var. 3-ü 2-yə vur. 6 dənə NO3 var. 2 dənə alüminium 3 müsbət var. 3 dənə SO4 2 mənfi var. 3 dənə barium S4. Biz bunu iyonlara ayırmırıq. 2 dənə alüminium 3 müsbət var. 6 dənə də NO3 mənfi. Bu da D variantına təsadüf edir. Belə 42-ci sualda. Gələn üniversitə mən testə baxanda cavabını təxmin eləmişdim oldu. Yəni, təxmin necə görsənir də burada bir dənə barium sülfat iyonları ayırmır da. Hansı maddələr uşaqlar natrium OH məhlulları təyin etmək olar? Ümumiyyətlə, bunu təkrarən bir də qayıdıram uşaqlar. Ümumiyyətlə, natrium OH-dan kimi təyin etmək olar? Birincində buna diqqət eləməlisən. Yəni, qələvi ilə deyək də uşaqlar. Qələvi ilə deməli, maqneziumdur, sinkdir, misdir, dəmirlərdir, 2 müsbət, 3 müsbət, xromdur, alüminiumdur, NH4 uşaqlar təyin olunur qələvi ilə. Buna diqqət eləsən kifayətdir. Yəni, biz burada sırf polar axtarmalıyıq. Qələvi ilə kim təyin olunur? A variantı zaten olmaz. Cavabımız elə B variantıdır. Həqiqətən də deməli, ferium, burada ferium S4-də ferium müsbət 2 var. OH-la qonur rəngli çöküntü verir. Sonra NH4 OH-la amoniak və suya parçalanır deyə amonium üzrə qələvi ilə təsir edəndə uşaqlar orada amoniak hissi gəlir. Niyə? Çünki reaksiya nəticəsində natrium kloru alınacaq. Bir də NH4OH. O da amoniak və suya parçalanacaq. Sonra ferium kloris plus natrium OH-da da birini yazmamışam, qoy yazım bu birisini. Ferium kloris plus natrium OH-da uşaqlar nə alınacaq reaksiya nəticəsində? Ferium OH3 bir də natrium klor alınacaq. Ferium OH-da bir sənə qonur rəngli çöküntüdür. Burada da uşaqlar ferium OH2 alınacaq. Burada yaşıl çöküntüdür. Diqqət olmasın. Ümumiyyətlə, kalsium ümumiyyətlə natrium OH-la reaksiya etməz. Əsas oksid. Bu da heç getməz. Yəni, nə əlaqə? N2O nə əlaqə? Yəni, bu belə yəni. Natrium 2 silisium OH, natrium OH-la reaksiya getməz. Yəni, belə. Ümumiyyətlə, qələvi ilə təyin olunan uşaqlar, belə deyək də, mən şagirdlərə deyirəm, o qələvi olmayanlar da, yəni, məsələn, natrium, litium, natrium, kalium, rubidium, selzium, kalsium, stronsium, barium, bunlardan başqa qalanları qələvi ilə təyin oluna bilir. İnşallah, 44 və 45-ci suallar mahiyyət etibarı ilə eyni suallardır, yəni mahiyyət etibarı ilə. Biz bu sualları götürək və ətraflı bir şəkildə izah edək. Hansı maddələr üstü eyni zamanda məhlulda qala bilmir? Ola bilərdi. Şu an reaksiyaya getməyənlər. Hansı iki uşağı bir evdə saxlaya bilərsən? Bir-birini çırpmayanları. Birinci növbədə siz bu reaksiyaları bilmək üçün nəyi bilməlisiniz? Birinci növbədə duz. İkinci növbədə duz əsas. Üçüncü növbədə duz turşu. Qardaş, bunu mən elə belə yazmıram. Duz turşuya da xüsusi olaraq deyirəm. Klorid, nitrat və H3PO4. Bunlara aiddir. Eyni sırada olan turşular vaxt bir-birinin duzundan çıxarır ki, birinci sərkisi həll olan olsun, ikinci çöküntü alınsın. Eyni də duz əsas. Birinci sərkisi həll olmalıdır, ikinci çöküntü alın. Aşağı cavab burada A variantıdır. Niyə? Çünki burada alüminium nitratla H-klor reaksiyaya getmir uşaqlar. Çünki alüminium klor çökmür. Və yaxud da ki, burada, yəni burada çöküntü alınmır deyə bunları bir qabda saxlaya bilərsən. Bəs bunları niyə saxlama olmur? Çünki uşaqlar kalium OH məhlulu SO3 ilə reaksiyaya girəndə bu turşu oksidi, bu da əsasdır. Burada nə əmələ gələcək? Kalium 2, SO4 və su. Ona görə saxlayamazsan. Bu da eyni qayda ilə barium CO3 və su. Bu da eyni qayda ilə barium SO4 çökəcək uşaqlar 2 duzdur. Barium SO4 çökəcək, mis NO3 alınacaq. Bu da eyni qayda ilə gümüş klor ağ rəngli nədir? Çöküntüdür. Bunları sən bir qabda saxlaya bilməzsən. Belə 45-ci suala uşaqlar. Burada da nəyə diqqət eləməlisən? Ola bilər. Bu ola bilməz. Niyə görə? Çünki uşaqlar xlorid turşusundan sonra sırada bir səndə sonra kim gəlir? H2, SO3 gəlir. Ondan sonra H2, CO3 gəlir. Qalanı yazmıram. H2, H2 silisium OH-da. Ən qabaqlara sülfatdır.
Və biz buna diqqət eləmək ki, xlorid turşusu karbonatdan qabaqda deyə onu duzundan çıxarır. Və nə alınır reaksiya nəticəsində? Natrium xlor, bir də H2CO3 uşaqlar. O da nəyə parçalanır? Karbon qazı ilə suya. Ona görə bunu deməli saxlaya bilməzsən bir yerdə. Və bunu saxlaya bilərsən. Niyə? İkisi də duzdur. Sözü ikisi də həll olur, amma çöküntü vermir. Çünki nə mis nitrat çöküntüdür, nə də kalium sülfat çöküntüdür. Bəs bu birlər niyə olmur? Məsələn, D variantı. Gümüş, uşaqlar, gümüş PO4 çöküntüdür, gümüş 3 PO4 sarı çöküntüdür. Ona görə saxlayamazsan bir qabda. Burada barium SO4 ilə çökür deyə saxlaya bilməzsən. Bu da niyə olmur? Çünki sülfat buradadır. Şu H2 silisium ən axırdadır bu sırada. Bu da alınır kalium 2 SO4, bir də H2 silisium O3. H2 silisium O3 də bizim çöküntüdür. Ona görə bu qab maddələri bir qabda saxlamaq olmur. Və bu nüanslara diqqət eləməlisiniz. Gələk xaldığım suallar uşaqlar. Deməli, burada nəyə fikir verməliyik biz? NH4 müsbət və SO4 2 mənfi ionlarını hansı maddənin suda məhlul təyin etmək olar? Siz birinci növbədə bilməlisiniz ki, NH4 qələvi ilə təyin olunur, SO4 də barium ilə təyin olunur. Cavab B variantıdır. Barium SO4 ağır əyni çöküntüdür. NH4 OH da bilirsən də o amonyak və suya parçalanır. Amonyak his gəlir. Amoniumun hər hansısa həll oluncuna qələvi tökürsən üstünə, oradan amonyak hissi gəlməyə başlayır. Dərs izahında demişəm. Gələk növbəti deməli suala, 47-ci suala. Hansı reaksiyanın qısa ion tənliyi bu şəkildədir? Uşaqlar, siz burada fikir verməlisiniz ki, birinci növbədə sol tərəfdə hər şey ionlara ayrılmalıdır və burada A variantına baxmaq ehtiyacı fermo H2 ionlara ayrılmır. Bu ionlara ayrılmır. Miso H2 ionlara ayrılmır. Sinko H2 ionlara ayrılmır. Yəni sol tərəfdə uşaqlar H müsbət və OH mənfi yəni OH mənfi alınmır. Çünki bunlar ionlara ayrılmır. Amma cavabımız C variantıdır. Niyə? Çünki bu da reaksiya nəticəsində natrium klorla su alınır. Bunlar ionlara ayrılır. Bu natrium müsbətə, OH mənfiyə, H müsbətə, xlor mənfiyə, sağ tərəflərə natrium müsbət, xlor mənfi və su. Bu tam ion tənliyidir. Natriumları göndər, xlorları göndər. Nə qaldı? H müsbət, OH mənfi və H2O. Bitdi. Gələk 48-ci suala uşaqlar. 48-də nədir? Hansı reaksiyanın tam ion tənliyi doğrudur? Uşaqlar, yəni bu nə demək istəyir? Bizdə çöküntü qaz su ionlara ayrılmır. Yəni belə deyək də, bu suda həll olan duz deyil, düppədüz ayrılıblar. Bu da həll olan turşu deyil, düppədüz ayrılıblar HNO3-ü. Natrium NO3 həll olub düppədüz ayrılıblar. Bu həll olunur düppədüz. Cavab elə variant olur ki, 48-də. O birlər niyə səhvdir? Bəs çünki uşaqlar, kalsium, silisium, O3 çöküntüdür. Bunu ayıra bilməzsən. Bu çöküntü maddəlidir, ayıra bilməzsən. Ondan sonra burada da sinko H2-ni ayıra bilməzsən, ayırıblar. Ondan sonra burada alüminium sülfatı ayırmalıydılar, suda həll olan duzda ayırmayıblar. Burada maqnezium karbonatı ayırmalı deyildilər, çünki maqnezium karbonat çöküntüdür. Əksinə natrium sülfatı ayırmalıydılar. Bu olaylara diqqət eləməlisiniz. Gələk 49 və 50-ci suallara. Dəmir 3 sülfat və barium klorid arasında. Dəmir 3 sülfat, deməli, ferium 2, SO4 3 üzərinə gəlinsin. Barium klorid 2. Bilirsən, barium klorid 2 belə bir şeydir. İkisi də duzdur. Reaksiya nə alınır? İnşallah barium SO4 alınır. Bilirsən də bu çöküntüdür və natrium, bir də ferium klor 3 alınır. Və bunu əzbərləmək lazımdır. İnşallah bu S4 bütövi də mənfi 2-dir. S4 bütövi də mənfi 2-dir. Dəmir də müsbət üstür. Barium müsbət 2, xlor mənfi. Yəni bu ayaqlarına baxma. Barium müsbət 2, bu da mənfi 2, barium S4. Ferium müsbət 3, xlor mənfi 1. Sonra əmsallaşdırırsan da. Burada 2 dəmir var, gətirib buraya 2 yazırsan. Ondan sonra S4, burada 3 dənə gətirib buraya 3 yazırsan. Sonra buraya 3 yazırsan. Mənim sizə super bir dənə tövsiyəm var. Dərsiz anları demişəm. Əgər reaksiya nəticəsində bir dənə maddə ionlara ayrılmırsa, tam ion təmini yazmaq lazım deyil. Barium S4 nədən ibarətdir? Bir dənə bariumdan ibarətdir. Bir dənə də SO4-dən ibarətdir. Bütün bitdi. Qısa ion təmini əmsallar cəmi 3 olacaq. Yəni bunu dərsiz anında demişəm bu arada. Yəni bu tam tənlik lazım deyil. Şu 2 dənə ferium, 3 dənə SO4, 3 dənə barium, 6 dənə flor. Bu qalır. 2 dənə ferium, 6 flor. Sonra oxşarları göndərirsən. Onsa yenə bu qalacaq. Gələk 50-ci suala, bu da onun kimi. Alüminium klorid, alüminium klor 3-dür. Üzərinə gəlirəm, gümüş 1 nitrat, gümüş NO3-dür. Bu da gümüş klor alınır, ağır əyni çöküntü. Bir də alüminium NO3. Deməli, bilirsən ki, alüminium 3 variantdir deyə alüminium NO3-dür. Bu da eyni qaydəni. Ehtiyac yoxdur heç nəyə. Yəni, bunlar hamısı ayrılır bundan başqa. Ona görə də bunun qısa ion təminində mütləq şəkildə gümüş klor qalacaq. Bu da nədən ibarətdir? Gümüş müsbətdən və xlor mənfidən. 1, 1, 1, əmsallar cəmi 3. Yəni, həncəmə çıxartmada lazım deyil. Bunu bilirəm, deyərsin, müəllimə əmsallaşdıraq neyini, heylə girəm. Bura 3 yaz, bura 3 yaz. Sonra ionlar ayrı. Bir dənə alüminium 3 dənə xlor, 3 dənə gümüş, 3 dənə NO3. Sən yaz girəm. Bir dənə alüminium 3 dənə NO3. Sonra hər tərəfdən oxşarları göndərəsən, yenə bu qalacaq da.
Ümumən dərs izahımda da 50 dəfə vurğulamışam onsuz da. Gələk 51-ci suala görə 51. Hansı reaksiyanın tam iyon təmini doğru deyil? Uşaqlar, bax. Və cavabımız A variantıdır. Niyə? Çünki uşaqlar mis OH2-ni iyonlara ayırmazlar. Çünki mis OH2 həll olmayan əsasdır. Bunlar niyə? Çünki alüminium OH3 həll olmur. Düz eliplər ayırmayıblar, H-klor ayrılır. Düzdür, alüminium klor ayrılır. Düzdür, suyu ayırmayıblar, əla. C variantında kalium SO3 da həll olandır, H-klor. Düz ayırıblar, kalium klor. Düz ayırıblar, SO2 su qalıb diplədir. Ferium klorid həll olur, ayırıblar. Natrium OH-ı düz ayırıblar. Fermuar ayırmırlar, bəli. Y variantında da kalsium karbonadı ayırmırlar, düzdür. Bu belə. Yəni bu adamın gözünə girdi 51-ci sualın cavabı. Gələk 2-ci sual cavabı. Hansı reaksiyanın tam iyon təmini doğrudur? Cavab NH4 piyoduru düz ayırır. Bir şey ayrılar sən birləşdirə bir-birinə. NH4 piyoduru düz ayırır. Elə ki belə də NH4 3 dəfə piyodur. Bu suda həll olan duzdur axı. Gümüş bir nitratı ayırmalıydılar uşaq üçün. Gümüş nitrat həll olan duzdur. Getdi. Gələk B variantına natrium sülfat düz ayırıblar, amma barium kloru da ayırmalıydılar, ona görə ehtiyac yoxdur. C variantı bunu ayırmalıydılar, ayırmayıblar. Gələk D variantı. Bəli, plümbium NO3 nitratın bütün üzvləri olur. Düz ayırıblar, kalium klor. Düzdür, amma bu səhvdir uşaqlar. Plümbium klor iyonlara ayırma olmaz, çünki o çöküntüdür. Gəldi Y variantı, bəli. Natrium karbonat düz ayrılıbdır, kalsium nitrat düz ayrılıbdır, natrium nitrat düz ayrılıbdır. Bəli, bu da ayrılmayıbdır. Cavab olacaq 52-də Y variantı. Gözəl bir sual. Gələk 53-cü suala. Kalsium 2 müsbət iyonu ilə məhlulda hansı anionlar çöküntü təmin edir? Uşaq, aydın məsələdir. Burada klorun ancaq bilirsən də Ag və Pb2 müsbət duzları çökür. Yəni kalsium klor çöküntü deyil. NO3-ün bütün duzları həll olur, amma uşaq cavab olacaq 3 ilə 4. Yəni kalsium karbonat da çöküntüdür, kalsium ortofosfat da çöküntüdür. 53-də olacaq B variantı. Gələk 54-cü suala. 54-cü suala görə söhbət nədən gedir? Uşaqlar, 54-cü sual birinci ixtisas qrupunun qəbul imtahanlarında istifadə olunmuşdur. Burada nəyə diqqət eləmək lazımdır? Deməli, bizdə bir ferium klor 2 var, bir də sink klor 2 var. Məhlulu fərqləndirmək olar. Uşaqlar, fərqləndirmə deyəndə biz çox vaxt deyirik, yəni ikisi reaksiya getməsə zaten fərqləndirə bilməyəcəksən. Yəni ferium klor 2, sink klor 2 zaten natrium klorla reaksiya getməyəcək. Çünki niyə getməz? İki duzun reaksiya şərtini ödəmli çöküntü alınır. Eyni qayda ilə mis OH2 ilə getməz. Niyə getməz? Çünki duz və əsasın reaksiya şərti odur ki, hər ikisi həll olmalıdır. Ona görə bunlardan 50 üzgünə. Yəni bu da getməyəcək. H-lonla getməz. Niyə getməz? Çünki ferium klor 2 normal bir əsaslı turşunun duzudur deyə o təkrar H-lon gedib nə verəcək sənə? Turş duzu yoxdur, bir şey yoxdur. Nə dərəcəksən? Getmir reaksiya. Bir dənə burada məsələ nədir uşaqlar? Cavab ya A-dır, ya da B-dir. Cavab A variantı olacaq, deyəcəm nəyə görə. Uşaqlar, biz ferium klor2-nin üzərinə natrium OH tökəndə, bu da bilsiz nə alınır? Ferium OH2 uşaqlar yaşımtıl çöküntü alınır. Bax, gördün mü? Yaşıl çöküntü alındı. Bilirlər ki, burada dəmir 2 müsbət iyonu var. Çünki dəmir 2 müsbət iyonu OH-la yaşıl çöküntü verir. Amma sink klor2-nin üzərinə uşaqlar natrium OH tökəndə, burada da reaksiya gedir. Yenə nə alınır? Sink OH2, bu da uşaqlar ağ çöküntüdür. Bildin mi? Bunlar artıq fərqləndirdi. Başa düşdünüz? Bunlar fərqləndi. Çünki əlamət məsələsi var. Burada yaşıl çöküntüdür, burada ağ çöküntüdür. Deyəsən, bəs B variantı, deyəsən mən B variantı ikisə gedir axı. Getsə də şöyle əlamət eynidir. Nəyə görə? Biz ferium klor 2-nin üzərinə gümüş NO3 gəldik. Burada gümüş klor ağ rəngli çöküntüdür, heç nə. Plus ferium NO3. Eyni qayda ilə uşaqlar, ferium NO3 2 dəfə. Eyni qayda ilə sink klor 2-nin də üzərinə biz gümüş NO3 gəlsək, bu da eyni bərbad şeydir. Yəni də gümüş klor nədir? Ağ rəngli çöküntüdür və sink NO3 2 dəfə. Gördünmü? Yəni ikisi də ağ rəngli. Mən nə bilim, təyini fərqləndirə bilməyəcəm bunlar. Amma qələbi ilə qəşəng. 54 olacaq A variantı. Gələk 55-ci suala. Görə 55-ci sual nədir? Hansı iyonlar arasında reaksiya məhlulda axıra qədər getmiş olar? Bunlar çöküntülər. Gümüş klor çöküntüdür, bilirsən. Barium sülfat çöküntüdür, ağ rəngli. Kalsium karbonat çöküntüdür. Amma sink sülfat çöküntü deyil. Sülfatın 5 duzu. Barium, kalsium, stronsium, gümüş quruluşu. Kalsium piyodor çöküntüdür, kalsium ortofosfat. Gələk 56-cı suala. 56-cı sualda uşaqlar biraz işləmin reaksiyası çoxdur. Ona görə bunu götürək qırada reaksiyalar yazaq. Dəmir 2 sülfat, ferium istiyor. Bir sənə bu 2, bu da 2. Dəmir 2 sülfat. Üzərinə gəlinsin. Natrium kloru. Üzərinə gəldim natrium kloru. Qarşı olar. Bunlar ikisi də duzdur. 2 duz nə vaxt reaksiya edib? Birinci hər ikisi həll olsun. Sonra çöküntü alasın. Aydın məsələdir. Sözü ikisi də həll olsun, çöküntü alın. A variantı getdi. Gələk dəmir 3 nitrat. Üzərinə gəlsin nitrat turşusu. İnşallah bu reaksiya getməz. Çünki
e, deməli, bir əsaslı turşunun duzu plus onu əmələ gətirən turşu getməz. Çünki bunun turş duzu yoxdur. Gəldi bu da getdi. Gəldi maqnezium klorid plus natrium nitrat. Uşaqlar, maqnezium kloriki də duzdur, natrium nitrat da duzdur. Çöküntü vermir deyə getmir. Maqnezium ionoz, natrium klor heç bir çöküntü deyil. Gəldi uşaq, cavabımız D variantı. Niyə? Çünki sink hidroksid uşaqlar amfoterdir deyə. O həm turşu, həm qələvi ilə gedir. Burada bilirsən də mən sizə öyrətmişdim. Bunu belə yazsan. Sink O2H2. Bu da H2 sink O2. Üzərinə gəlsin 2 dənə kalium OH. 2 dənə OH-dan 2 dənə OH nə edəcək? 2 dənə su eləcək və yerdə nə qaldı? Kalium 2 sink O2. Gördünmü? Sink O2 və bundan su alındı. Deməli cavabımız dedir. Bəs Y variantı nə? Uşaq eyni şeydir də. Ha maqnezium nitrat, ha ferum nitrat. Üzərinə HNO3 gəlsəm reaksiya getməyəcək. Yəni maqnezium nitratın da üzərinə HNO3 gəlir. Onsuz da bu reaksiyamız baş verməz. Belə. 56-da getdi. Gələk 57-ci suala. 57-ci sualda uşaq çətin bir sual deyil. Burada sən bilməlisən ki, gümüş 3 period çöküntüdür. Və burada biz iyonlara ayırsaq, bilirsən ki, burada 3 dənə gümüşdür, 3 dənə NO3-dür, 3 dənə natrium müsbətdir, bir dənə period 3 mənfidir. Gümüş 3 period, bilirsən, çöküntü qaz su iyonlara ayrılmır. 3 dənə natrium müsbət, 3 dənə də flor mənfidir. Uşaq hər tərəfdən oxşar iyonları göndərsək, bir dəqiqə baxın. Hə, 3 dənə şeylər hardadır? Bir dəqiqə gözlə. Bu 3 dənə NO3-lə, burada da NO3 sağda. Bir dəqiqə gözlə görüm. Ha. Bu NO3, bu xlor hardan gəldi bura? İnşallah bu səhv gedibdi bu arada. Səhv gedibdi. Bu 3 dənə natrium müsbət. Nə bu da səhv gedibdi. 3 dənə NO3 mənfi. Hə. Baxıram ki, bu nə yoxa çıxdı. Bu getdi, natriumlar getdi və bilirsən də 3 dənə gümüş müsbət, bir dənə PO4 3 mənfi və sağ tərəfdə gümüş 3 PO4 sarı rəngli çöküntüdür. Sarı çəkilir. Bəli, PO4 iyonu təyindir. Bəli, neytrallaşma nə əlaqə? Neytrallaşma əsas turşu arasında baş verir. Bunlar ikisi də duzdur. Ona görə cavabımız olacaq 57-də Y variantı. Diqqətli olmaq lazımdır. Gələk 58-ci suala. 58-ci sualda da uşaqlar, burada da yenə eyni qayda ilə biz bunları iyonlara ayırsaq, gümüş müsbət, NO3 mənfi, natrium müsbət, flor mənfi, natrium müsbət, NO3 mənfi. Bir sənə çöküntüdür, qazdır, sudur iyonlara ayrılmır. Natriumlar getdi, NO3-lər getdi və nə qaldı sol tərəfdə? Gümüş müsbət, flor mənfi və gümüş flor çöküntü. Uşaqlar, bizdə bu ağ rəngli çöküntüdür, gümüş flor. Flor iyon təyindir, bəli, əvəz etmə nə əlaqə? Əvəz etmə bir bəsit bir mürəkkəb maddə arasında idi. Bu dəyişmədir uşaqlar. Gələk 59-cu suala. 59-cu sualda da uşaqlar, yenə də çətin bir məqam yoxdur. Elə, yəni bir də yer varsa burada yazın bir. Mis florkin üzərində kalium uşaqlar burada çöküntüdür. İyonları ayırıram, deməli bir dənə mis, 2 müsbət, 2 flor mənfi, bilirsən də 2 dənə natrium müsbət, 2 dənə OH mənfi, keçirəm sağ tərəfə. Mis OH2-ni iyonlara ayırmıram. 2 dənə natrium müsbət, bir də mən bunu izahlara qeyd etmişəm amma bu arada 2 dənə flor mənfi. Bu getdi, bu getdi. Uşaqlar, üzr istəyirəm, bizə də OH-lar getmir. 2 dənə florlar getdi, 2 dənə natriumlar getdi. Və solda nə qaldı? Mis 2 müsbət, 2 dənə OH mənfi və sağ tərəfdə mis OH2. Bu da qısa iyon təyindir. Uşaqlar, mis müsbət iyon təyindir. Bəli, mis OH2 uşaq görünən çöküntünün neytrallaşma nə əlaqə? Əsas turşu arasında gedən reaksiyadır. Uşaq 60-cı suala bunu tamamən eyni. İstəsəz misin yerinə ferim yazsan. Ferim OH2-də uşaqlar yaşıl çöküntüdür. Yəni, bu da yəni misin yerinə ferim qalır da. Yəni, bu dəmir iyonu təyinidir. Düzdür, yaşımtıl çöküntüdür, düzdür. Neytrallaşma səhvdir. 60-cı sualdır. Bunların hamısını mən sizə video izahını göstərmişdim şeydə. Video YouTube-da dərs izahımda var. Yəni, bunu əgər yadınızdadırsa, biz bu barədə ətraflı şəkildə danışmışıq. Gələk 61-ci suala. Uşaqlar, burada da yenə eyni qayda ilə iyonları ayırıram bunlara. Deməli, alüminium 3 müsbət, 3 xlor mənfi, 3 kalium müsbət, 3 OH mənfi, alüminium OH çöküntü, 3 dənə kalium müsbət, 3 dənə xlor mənfi. Oxşar iyonları göndərirəm uşaqlar. Bunları göndərdim, getdi. Nə qaldı yerdə? Alüminium 3 müsbət, 3 OH mənfi və alüminium OH çöküntü. Bu da bilirsən də ağ rəngli həlməşik çöküntüdür. Gələk bu birisinə, uşaqlar bunu iyonlara ayıraq. Bu bir dənə barium'a, 2 dənə xlora ayrılır. Bu 2 dənə natrium'a, bir dənə SO4-ə ayrıldı. Gələk sağ tərəfə barium SO4 iyonlara ayrılmır. 2 dənə natrium müsbət, 2 dənə xlor mənfi.
Natriumları göndərdik, xlorları göndərdik. Yerdə nə qaldı? Barium 2 müsbət. Üzərinə gəlinsin. SO4 2 mənfi və sağ tərəfdən alınır. Barium SO4. Yəni bu ağ rəngli çöküntülük. Bəli, SO4-ün təyinidir. Bəli, neytrallaşma nə əlaqə? Bu əsas turşudur. Heç neytrallaşmadan danışaq. 63-cü sual uşaqlar, əslində bu hidrolizin sualıdır. Bunun burada nə işi var? Və burada nəyə diqqət eləməlisiniz uşaqlar? Bilirik ki, alüminium, uşaq bu birinci nədir? 4-cü ixtisasqrupu 2024-cü ildə qəbul imtahanı ikinci cəhdə səhv hatırlamıramsa istifadə olunubdur. Və burada alüminium nitrat bilirsən ki, zəif əsasdan güclü turşudan əmələ gəlibdir. Və yadda saxlayın, burada hidroliz uşaqlar alüminiuma görədir. Yəni katyona görə burada hidroliz baş verir və katyona görə hidrolizdə deməli nəyə diqqət eləməlisiniz? Uşaqlar bu alüminium neçə valentdir? 3 valentdir. Mərhələ sayı deməli katyonun valentliyi qədərdir. Yəni alüminiumun valentliyi qədər. Bu 3 mərhələdə uşaqlar dissosiasiya hidroliz edir. Və bunun ən rahat yolu nədir? Biz alüminium NO3 ionlara ayırırıq. Bu bir dənə alüminiuma 3 dənə NO3 ayrılır uşaqlar. Bax, burada nətər yadda salsın? Birinci mənada hidrolizdə bilsən su ilə qarşılıqlı təsirdə olur. Alüminium 3 müsbət, üzərinə gəl HOH. Ən asan yol H müsbət, OH mənfi. Bir dənə başı işlət. Bu müsbət sudan nə istəyər? OH istəyər də. Əmələ gələcək. Deməli, alüminium OH 3 müsbətdir. Bir dənə mənfi bir gəl üstünə. 2 müsbət plus H müsbət. Və salam. Birinci mərhələnin qısa ion təmin etmiş. İkinci mərhələdə isə bunu götürüb davam edəcəksən. Alüminium, dəqiqə. Alüminium deməli OH 2 müsbət, üstəcə bir də HOH. H müsbət OH. Və yenə bu olacaq nə? Alüminium deməli OH 2 dəfə müsbət plus H müsbət. Bu belə, yəni uşaq belə davam edirsən. Mən bunu dərs izahında demişəm. Cavabımız yalnız bir olacaq. A variantı 63-cü sualda. Davam eləyək, növbəti 64-cü sual uşaqlar. Bir hansı maddələr eyni zamanda məhlulda mövcud ola bilər deyir. Uşaqlar, bunlar reaksiya getməsinlər. Elə cavabımız A variantıdır. Niyə? Çünki ferum sülfatda çökmür, sink klor da çökmür, ki duz da çöküntü versə bir yerdə qala bilməzlər. Bu niyə? Çünki barium sülfat çökür deyə saxlaya bilməzsən. Gümüş ispiyodot çökür deyə saxlaya bilməzsən. Kalsium karbonat çökür deyə saxlaya bilməzsən. Plümbium klor çökür deyə saxlaya bilməzsən. Yəni bunu bayaqdan 60 dəfə demişəm. Gələ 65-ci suala, uşaqlar 65-ci sualda deməli, burada biz nəyə diqqət eləməliyik? Uşaq fikir verirsənsə, burada reaksiya axıra qədər getməyibdir. Axıra qədər getməyibdir. Axıra qədər getməyibdirsə, uşaqlar, deməli, burada reaksiya nəticəsində çöküntü alınmamalıdır. Çöküntü alınmamalıdır. Və birinci növbədə uşaqlar, burada barium sülfat plus maqnezium klor kimi barium sülfat iyonlara ayrılmır ki, burada belə deyək də maqnezium SO4 ilə birləşsin. Ümumiyyətlə, buradan A variantı, Y variantı avtomatik ələndir. Çünki o maddələr iyonlara ayrılmır ki, orada maqnezium S4 ilə birləşsin. Ondan sonra eyni qayda ilə burada da uşaqlar. Baxın, gümüş xlordur, plümbium xlordur. Bunlar da çöküntülərdir. Bunlar çöküntü olursun, bunlar özünə xlor iyonu vermir deyə kalium klornata birləşə bilməz. Amma B variantı okeydir. Niyə? Çünki uşaqlar, kalium sülfat suda həll olan duzdur. Uşaqlar, bu da reaksiya axıra qədər getmir. Çünki çöküntü alınmır. Görürsən, dönür. Magnezium, SO4 və kalium klor gördün mümkündür. Və yaxud da ki, kalium 3PO4 üzərinə gəlinsin NH4 xlor, bu da eyni qaydəni. Bu da çöküntü alınmır. Alınır kalium klor və NH4 3 dəfə, deməli, bir dəqiqə gözləyin, PO4. Bayırsan, çöküntü alınmır deyə burada reaksiya axıra qədər getmir. Və beləliklə, bunlar neydi? Çünki bunlar barium S4 iyonlara ayrılmır. Nətər mən S4 iyonu alım ondan? Maqneziumla birləşdirir. Baxın, iyonlara ayrılmır. Gümüş xlor iyonlara ayrılmır. Axı oradan mən xlor iyon olsun, kaliumla birləşsin. Onun nüansına fikir verməlisin. 66 da bunun eyni mahiyyətli sualıdır. Uşaqlar, burada da söküntüləri avtomatik əldə edirsən. Gümüş xlordur, ələndi getdi. Sonra burada plümbium SO4 ələndi getdi. Spor burada Y-in yerinə. Barium S4 ələndi. İndi baxırsan ki, burada elə eləməlisən ki, çöküntü alınmaz. Çöküntü alınsa reaksiya axıra qədər gedir. Məsələn, barium klorunu götürə bilməzsən. Və niyə götürə bilməzsən? Çünki barium S4 çöküdür. Məsələn, barium klor götür burada. Barium SO4 isə daha burada 2 ox qoya bilməzsən. Artıq reaksiya bitdi. Reaksiya axıra qədər getmişdir. Ona görə getdi. Barium nitrat götürə bilməzsən. Niyə? Barium sülfat çökəcək? Eyni mahiyyətdir də. Aşağı, heç barium klor ümumiyyətlə olmaz. Çünki barium klor götürə bilməzsən, amma barium klorda NO3 iyonu yoxdur axı. Heç onu da belə də baxanda görsən. Cavab C variantı. Niyə? Çünki uşaqlar, kalium NO3 götürəndə kalium sülfat çökmür. Natrium nitrat da çökmür. Qəşəng. Eyni qaydayla mis S4 götürəndə mis S4-ü qoy bunun yerinə. Natrium 2S4 çökmür, mis klor çökmür və reaksiya axıra qədər getmir. Bu nüanslara diqqət eləsəniz kifayətdir. Belə 67 uşaqlar bu çöküntünün rəngləridir. Mən bilirəm ki, göy rəngli isə bu misdir.
Ağ rəng isə uşaqlar gümüşdür. Gümüş flor ağ rəngdədir. Sarıdırsa gümüş yoxdur. Yəni bu qədər bəsitdir. Yəni diqqətli olsan kifayətdir. 67-də C variantı. Gələ 68-ci suala təyin edilən iyondur. Uşaqlar siz bilirsiniz ki, S2 mənfi iyonu bu qaydadır uşaqlar. Baxın. S2 mənfi iyonu baxın. Mis 2 ilə plümbiyumla qara çöküntü verir. Sinklə ağ çöküntü verir. O nüansa diqqət eləsəniz kifayət. Mis deməli uşaqlar burada baxaq görək hansı variantdadır. Deməli mises qaradır. Ondan sonra feyli muaşüz qonur rəngli çöküntüdür. Deməli gümüş bromda sarıntı çöküntüdür. Bir sənə xlor brom yox, gümüşlə təyin olunur. Xlor brom yox, biodur, gümüşlə təyin olunur. Ağ sarıntı, sarı rəngli çöküntülərdir. Gələk 69-cu suala içərisində eyni mol sayda uşaqlar reaksiyanı yazaq. Kalium OH plus HNO3. Bu da reaksiya nəticəsində nə alınır? Kalium NO3 bir də H2O alınır. İndi bunu biz bilirsən də çöküntü qaz su iyonlara ayrılmır. Kalium müsbət, OH mənfi, H müsbət, NO3 mənfi, kalium müsbət, NO3 mənfi və H2O. Bilirsən də bu tam iyon təmliyidir. Oxşar iyonları göndərəcəksin zibilliyə. Yerdə nə qaldı? H müsbət, OH mənfi və H2O. Bu nədir? Qısa iyon təmliyi. Uşaqlar hansı iyonlar cütü daha çox olar? Yadda saxlayın. Qısa iyon təmliyində olanlar var. Onlar həmişə sayı azalır. H-la OH-la birləşib su olduğu üçün suda iyonlar ayrılmır axı. Ona görə onların sayı azalır. Amma ixtisara gedənlərin sayı uşaqlar dəyişmir. Kalium və NO3-ün sayı burada daha çox olacaq. 69-cu sualda A variantı olacaq. Gələk 70-ci suala uşaqlar. 70-ci sualda da xüsusi bir dəhşətizm yoxdur. Sən bilməlisən ki, burada uşaqlar barium ola bilməz. Çünki barium sülfat çökür. Plümbiyum olanmaz. Plümbiyum sülfat çökür. Biz çöküntü olmasın. Ona görə cavabımız ya D-dir ya da E-dir. Həqiqətən sink klorik çökmür. Sink nitrat çökmür. Sink S4 çökmür. Əla. Ondan sonra bax və bizə lazımdır ki, adı nədir? SO4 ilə uşaqlar bax plümbiyum xloriki çökür deyə bunu götürməyəsən. Çünki plümbiyum xloriki ağ rəngli çöküntüdür. Amma bir dənə Y-yə bax. Həqiqətən sink xlorla çökmür. NO3 ilə çökmür, SO4-lə çökmür. Barium xlorla çökmür, NO3 ilə çökmür, barium sülfat ağ rəngli çöküntüdür. Plümbiyum xlorla çökür, plümbiyum xloriki ağ rənglidir. NO3 heç kim çökmür, plümbiyum S4 çöküntüdür. Bu nüanslara diqqət eləsəniz, olay bitmişdir. Yenə eyni qaydanı, uşaqlar, bu da eyni mahiyyətli sualdır, həll olma ilə bağlıdır. Baxırsan ki, burada nəyə diqqət eləməliyik biz? Yenə də OH-la çöksün. OH-la çökür deyə bariumları ələ. Çünki barium mühakiki uşaqlar qələvli çöküntü deyil. Ondan sonra deməli cavabımız ya A-dır, ya B-dir, ya da E-dir. Mis uşaqlar OH-la çökür düzdür. Sink PO4-la çökür düzdür. Amma barium S4-la da çökür. Uşaqlar ağ rəngli çöküntü. Ona görə A-da deyil. B-də getdi, cavab qaldı E. Vəssalam. Həqiqətən mis OH çöküntüdür. Mis orta fosfat çöküntüdür. Ondan sonra mis sülfat çöküntü deyil. Gələk, barium OH çöküntü deyil. Barium orta fosfat çöküntüdür. Ondan sonra gəlirəm. Barium sülfatı çöküntüdür. Sink OH çöküntüdür. Sink orta fosfat çöküntüdür. Sink sülfat çöküntü deyil. Yəni uşaq olay bu qədər bəsitdir. Yəni özünü burada qorxutmayla burada heç nə yox. Gələk uşaqlar 72-ci suala görə 72-ci sualda nə deyir? Deyir ki, duzların əsas təmizlənsə hansı ifadələr doğrudur? Bax, X müsbət iyonu SO4-ünə X2 SO4 birləşməsi əmələ gətirir. Sən fikir verirsən ki, X burada uşaqlar müsbət 1-dir də. Bu X SO4-dən bəli, bu mənfi 2, bu da müsbət 1 doğrudur. Y iyonu uşaqlar, bu bilirsən ki, 3-dür, bu da 2-dir, bu da doğrudur. Amma uşaq X-lə Y nətər birləşsin bir-birinə, bu da müsbətdir, bu da müsbət. 2 müsbət nətər birləşdirdin bir-birinə? Cavab olacaq D variantı 72-ci sualda. Diqqətli olmaq lazımdır uşaqlar. Gələk 73-cü suala, 73-cü və 74-cü suallar uşaqlar. Eyni mahiyyətli suallardır. 73 və 74-cü suallar. Bu sualları götürək. Birinci növbədə uşaqlar, bu bir duzdur, bu da əsasdır. Duz və əsas ovaq reaksiya gedir ki, ikisi də həll olsun. Ona görə heç mis var ki, çöküntü deyil. İkinci ümumiyyətlə baxmağa ehtiyac var. İkinci ümumiyyətlə getməyəcək. İndi gəlin bir-bir baxaq reaksiyalara. Deməli, NH4 2 dəfə SO4 üzərinə gəlinsin barium OH2. Uşaqlar. Bu da reaksiya nəticəsində nə alınır? Barium SO4 alınır, çöküntü. Bir də NH4 OH alınır. O da nə yaparsan? Amoniakla suya. Uşaqlar, özdə burada 2 dənə NH4 OH alınır. 2 dənə NH4, 2 dənə OH da 2 dənə NH4 OH alınır. O da 2 dənə amoniakla 2 dənə suya parçalanır. Uşaqlar, burada bunun qısa iyon təmliyində, bunun qısa iyon təmliyində bir dənə fikir ver. Fikir ver bura. Barium 2 müsbət, 2 OH mənfi. Fikir ver. Bunun tam iyon təmliyi ilə qısa iyon təmliyi eynidir uşaqlar.
Niyə? Çünki sağ tərəfdə heç kim iyonlara ayrılmır. Ona görə birinci də getdi və gəldi ən nəhayət üçüncü. İnşallah həqiqətən üçüncü olur. Niyə? Çünki NH4 sülfatın üzərinə kalium OH gələndə burada kalium 2SO4-ü almış. İnşallah bir də NH4 OH. O da nəyə parçalanır? Amonyakla suya parçalanır. Əmsallaşdıraq. Bura tabii ki müdrik. Baxın uşaqlar, yəni iyonlara ayıraq. 2 dənə NH4 müsbət, bir dənə SO4 2 mənfi, 2 dənə kalium müsbət, 2 dənə OH mənfi, 2 dənə kalium müsbət, SO4 2 mənfi, amonyakı ayırmıram, suyu da ayırmıram. Bu nədir? Tam iyon təminidir. Oxşar iyonları göndərirəm, kaliumları göndərirəm, nə qalır? Şurada 2 NH4, 2 OH, hamısı 2-2-dir, hər tərəfi böl 2-yə. NH4 müsbət, OH mənfi, NH3 və H2. Şu hər tərəf 2-yə bölünmə. 2, 2, hamısı 2-də qabağında. 2, 2, 2, 2. Ya, cavab yalnız 3 oldu. Uşaqlar, 73-də oldu C variantı. Başlayalım. 74-cü sualda da, 74-cü sualda da cavab 1 dəqiqdir. 1 dəqiqdir. Çünki eyni şeydir. Nə fərq var ki? Ha, belə deyək də, nədir onlardır? Natrium OH, ha, kalium OH. Eyni şeydir yəni. 1 dəqiqdir. 2 də eyni qayda. 2 olmayacaq. Niyə olmayacaq? Çünki burada görsənir. Çünki bunun qısa iyon təmində bunlar da qalır. Bəs bu niyə olmaz? Bu da eyni qayda ilə. Burada barium sülfat çökür deyə. Burada heç ümumiyyətlə OH iyonu yoxdur. Aydın oldu mu? Hə, bunun şərtində nə istəyirdi? Bunun şərtində. Bir dənə baxaq uşaqlar. Bir dənə bunun şərtində baxın mən. Bunun şərtində nə istəyirdi? Burada da yenə eyni şey istəyirdi. Yoxsa nə istəyirdi? Qısa iyon təmini daş düşsün bunun başına. Hə, eyni şey. Yəni, deyildir. Uşaq, yaxşı ki, bəxtim gətirdi. Eyni sualdır. Yəni, orada cavabımız olacaq deməli 2 ilə 3. Bax belə. Səbəb şu, üstə heç ümumiyyətlə uşaq OH iyonu yoxdur. Yəni orada nətər OH əmələ gəlir, su əmələ. Ümumiyyətlə su əmələ gəlmir heç orada 3-cü reaksiya. Çünki barium sülfatla NH4 xlor alınır. Heç orada su əmələ gəlmir. Nətər onun qısa iyon təminində su olsun. Bax belə. Yəni diqqətli olmaq lazımdır uşaqlar. Mən istəyirəm 75-ci suala dayanım artıq. İnşallah növbəti videomuzda 75-ci sualdan davam edərik. Sağ olun, salamat qalın, özünüzü qoruyun. Yoruldum həqiqətən.